Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır. Mən İnsaf Əli Hidayət. Bu gün də Düşüncə Bağı proqramında sizin xidmətlərinizdə olacağım və bərabər bir çox məsələləri danışacağıq. Bildiyiniz kimi, salam əziz və hörmətli dostlar, xoş gördük. Mən İnsaf Əli Hidayət, Düşüncə Bağı proqramını aparıram. Umarım keyfiniz sazdır, hər şey yaxşı olsun, istədiyiniz kimi önə geçsin. Bildiyiniz kimi, Düşüncə Bağı proqramında biz çalışırıq ki, bir proje tərif elədik. O projenin əsasında ona dayanaraq gəldik. Güney Azərbaycanda və İranda yaşayan türklərin siyasi partilərinin, liderlərin ya partilərə mənsub olan insanları dəvət elədik və bunların düşüncələrin, fəlsəfələrin, anlayışların, ideolojilərin, siyasətlərin, yol xəritələrin, amacların tanımağa çalışdıq. Və yavaş-yavaş bu projenin sonuna yetişmişik. Bu proje əslində bu həftə qutaracaq idi. Gələn həftə qutaracaq idi. Və yenə də qutaracaq. Amma bu fərqlə qutaracaq ki, bəzi partilər gəlmədilər, istəmədilər gəlsinlər və beləliklə onların yerləri boş qaldı bu proqramda. Təbii ki, onların gəlməməkləri həm özlərinə ciddi zərər olacaq, həm milli hərəkətimizə zərər olacaq. Çünki aşağıdan yuxarıya, azdan çoxa, genişdən dara hər kəsin bir düşüncəsi var. O düşüncə o zaman ki, gələ milli səthədə ortaya gələ və nəqd ola, üstündə işlənilə, bunların zəif yerləri, güclü yerləri, gücsüz yerləri bəlli ola, oradan yavaş-yavaş bəhslər ortaya çıxar və ideolojilər yaranar. Bunlar ki, bu bəhsdə iştirak eləmədilər, mütəəssifanə bu ideolojinin gəlişməsində də iştirakçıları olmayacaqdır. Bu təşkilatlar için gəliblər, dostlar, və gələn həftədə qol veribdir, gəlsin biri. Yəni, son parti ki, gələcəkdir. Bu cuma ki, gəlir üzümüzə. Bu cumadan başlayacaqdır. Gələn çərşənbə günü də ondan sözümüz qurtaracaqdır. O da Azərbaycan Öyrənci Hərəkatı Azov Başqanı Sayın Əmir Mərdani cənabları olacaqdır. Bu günləri 5-ci gündür ki, biz Cənab-ı Məhəmməd Hüseyn Yəhyai cənabları ilə Azərbaycan Demokrat Firqəsi tərəfindən pişəvəri qurduğu salamlar, sayğılar dostlar. Umarım ki, yaxşısınız. Pişəvəri qurduğu partinin biz feylən sözçü tanımalıyıq. Çünki onun sözlərin parti sözçü olaraq feylən qəbul edirlər. Onlarla danışacağıq. Ərz edeyim, Sadıq bəy İsa bəyli cənabları ilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi ilə danışmışıq. Eldar Qaradağlı cənabları ilə Güney Azərbaycan Milli Qurtuluş Partisi lideri olaraq danışmışıq. Kamran Salihi cənabları ilə Azərbaycan Mərkəz Partisi lideri olaraq danışmışıq. Yunus bəy Şamili ilə Azərbaycan Demokrat Partisinin müşaviri olaraq danışmışıq. Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisinin lideri olaraq, sözçüsü olaraq danışmışıq. Bunlarla danışmışıq və Əmir bəy Mərdani ilə ərz elədim, gələn həftədən, yəni bu cümədən başlayacaq danışmağa. Cənab Yəhyayı təşrif gətirdilər. Xahiş edirəm, bir salam yazın orada, ya hər nə mənə yazsaz, mən sizi çağırmağa çalışım. Əjdər bəy Təqizadəgil gəlmədilər. Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı Başqanı olaraq və
hizb gəlmədilər. Məcid Cəvadi Azərbaycan Milli Direniş Təşkilatı biraz mənim qusurumdan dolayı, biraz da özlərinin işlərindən dolayı gəlmədilər. Haşim Bilgin cənablarını çağırdıq. 2 gün gəldilər, daha davam etmədik. Mən davam etdirmədim əslində. Yəni qoyduğumuz usul çərçivəsində getmədiyi üçün bəhslər onun qabağını bağladıq. Mahmud bəy Bilgin cənabları da Güney Azərbaycan Demokrat Partisi lideri olaraq onlar da gəlmədilər. Beləliklə bizim 7-8 günlük proqramımız var. Yəni bu günündən sabahları cənab Məhəmməd Hüseyn Yahyayının huzurlarında olacaq. Azərbaycan firqəsi, Demokrat firqəsinin düşüncələri ilə tanış olacağıq və aleyküm salam cənab Yahyayı, çox xoş gördük. Sizi mən dəvət ərz edeyim ki, beləliklə partilər fəqət bir partinin bilirsiniz gördüyünüz kimi son günüdür. Bundan sonra keçəcəyik o son partiyə və son partinin də bu tarandan sonra dostlarla əlbir olub bunları kitab şəklində yaymaq düşünürük. Və əlbəttə ki, Şimdi basın. Cənab Yahyayı, salam aleyküm. Sizin kameraz qabağında bir şey və oldu. Bəli. Xoş gördük. Necəsiniz? Sağ olun. Təşəkkür edirəm. Var olun, sağ olun. Ərz edeyim ki, biz bunu düşünürük ki, hər partinin 500 sualdır. Bu 500 sualı hər parti bir partiden sonraki 50%'ına cevap vermişti elə canlı yayında, canlı müsahibədə. Ondan sonra qalanları hududən 85%'ına cevap veriblər. Qalanları qalır 80-85 bu hududda. Biz bundan bu üzə çalışacağıq ki, onlardan məktub ya şəfahi yenə də alaq. Şəfahi versələr, yəni bu cürsə kamera qabağında oturub sorulara cavab versələr, bu daha bir işli, yəni video olaraq da yayılacaqdır. Amma məktub yazılıb, yəni sorulara cavab yazıb versələr, onda da bizə köməklik olacaq ki, onu kitab şəklində eləyək. Düşünürük ki, hər bir parti üçün 4 dildə kitab sığadaq. Türkcəmiz, Farsca, Ərəbcə və İngiliscə. Bu 4 dili düşünürük. Umarıq ki, eləyə bilək buna da mali qaynaqlar tapaq və ya Türkiyədə ya Azərbaycan Cumhuriyyətində bunları verək, çap olsun və sonra da yayılmağına çalışaq. Eyni halda PDF-ində ehtimalən kitabların PDF-ində yayaq ki, insanlarımız ki, pulları ox da alsınlar, onlar da onu alsınlar. Amma hər halda kitab şəklində, yəni kağızlı kitab şəklində, onlayn kitab şəkli yox. Onu belə düşünürük ki, olması xüsusən akademiya səthində çox önəmli olacaq. Cənab Yahyayı, mən çox təşəkkür edirəm. Bu günləri siz cənabınızla 5-ci gün və sabahları son gün, 6-cı gün olacaqdır. Xoş gəldiniz. Buyurun bir salam aleyküm, söhbətimizi başlayaq. Çok sağ olun Cenab-ı Hidayət. Mən də siz çağırdığınız için teşekkür edirəm. Və ümidvaram ki, yaxşı bir program qabağa aparaq və siz bu böyük başladığınız bu böyük işdə muvaffaq olasınız. Sağ olun. Aydın Cənab Yahyaya, çox təşəkkür edirəm. Var olun. Valla mən bugün düşünürdüm ki, belə bir işi əgər məsələn biz bir mərkəzlə danışsaydıq, aparsaydıq, bir 250.000 dolar bunun həzinəsini ala bilərdik bir yerdən, amma hər halda öz eşqimizlə, əlaqəmizlə vətən üçündür. Onun üçün də söyünürəm və umaram ki, inşallah eləyə bilək kitabları yayaq, o amaca yetişək. Əgər icazə buyursanız, bu günləri istiqlal bəhsinə geçək. Cənabınız partisi, yəni Azərbaycan Demokrat firqəsi federalçı bir təşkilatdır. Amma bizim biraz sorularımız, bir 20 sorumuz vardı istiqlal haqqında. Bunlardan da bir soruşaq sizdən. Görək ki, istiqlalı necə düşünürsünüz? Sizcə, sizin parti yəni istiqlalı necə düşünür?
Cənab Hidayət, biz partimiz, yəni əslində Fırqi Demokrat Azərbaycan quruluşundan sonra belə istər 12 Şəhərver bəyannaməsində, bəyaniyəsində və ya digər mesela tüzüklərində və ya əsasnamələrində istiqlaldan çox danışmır. Yəni istiqlal elə bir niyyəti də olmadığını dəfələrcə dilə gətirib və indi də elə biz istiqlaldan yana deyirik. Biz yəni istiqlal dediyimdə müstəqil insanlarıq, müstəqil bir millətik. Azərbaycan milləti olaraq, Azərbaycan Türk milləti olaraq müstəqil bir millətik. Amma biz hani İrandan ayrılıb, yəni İran deyilən o məmləkətdən ayrılıb özümüzə müstəqil bir Azərbaycan Cumhuriyyəti yaratmaq hələlik fikrində deyirik. Bunu da düzgün görmürük. Çünki dedim, minlər illər, yüzlər il biz İranda yaşayan diğer milletlerle aşağı yukarı her yönüyle müşterek kültürümüze sahip olup, müşterek tarihimiz olup, müşterek kültürümüz olup, müşterek dilimiz olmasa bile iktisadi cihetten birbirimize bağlanmışıq ve bu çok ehemmiyetlidir. Mesela indi bir bak 45 ildə İslam Cumhuriyeti, İran İslam Cumhuriyeti istiqlal təblinə vurur. Ama getdikçe başa düşür ki müstakil olmak bu sadəlikdə bir şey değil. Zaten hiçbir ülkenin müstakil bir ülke olduklarını kimse inanmaz. Ben İskandinav'da yaşıyorum. Demokratik bir məntəqədir, demokratik bir ülkedir. Hatta buradan da bir istiqlaldan söhbətləmə olmaz. Bunun da ekonomisi ne bileyim Amerika'ya bağlıdır. Amerikanın ekonomisi Çin'e bağlıdır. Yani bu ülkeler artık birbirine bağlanıptı. Kaldı ki biz elə bir yer, elə bir coğrafiyada yaşıyoruz ki bu coğrafiyada yaşayan diğer insanlarla illerce, yüzillerce ilişkilerimiz olup, rabitelerimiz olup, alışverişimiz olup, hatta ne bileyim kız vermiş o kız almış o neslimiz birbirine yakınlaşıp biz istiqlaldan ben bilmem yani menzuruz budur ki yani müstakil bir Azerbaycan Cumhuriyetinden söz edirsiniz yoksa müstakil bir insan olarak. Biz müstakil olarak bir insanız. Əslində sualıma diqqət buyursaydınız onu sonra soruşacaqdım Azərbaycan istiqlalı haqqında. İstiqlal özü, yəni qavram olaraq, düşüncə olaraq istiqlaldan nə düşünürsünüz? Tərifiniz nədir istiqlaldan? Bu ne hani hem sosyolojik olarak hem hani politik olarak, siyasi açıdan olarak müstakil olmak. Yani hiç kimseye bağlı kalmadan, hiç kimsenin emri fermayişi altında olmadan, hiç kimsenin berdesi olmadan müstakil yaşamak. Bu güzel bir şeydi, kavramdı. Bu güzel bir mefhumdur. Bu güzel bir vakiadır. Ki insan müstakil olsun. Her açıdan müstakil olsun. Hem ekonomik açıdan, hem siyasi açıdan, hem içtimai açıdan. Yani hop tabii ki insan arzusu budur müstakil yaşasın. Hem özü müstakil yaşasın, hem etrafında olan insanlar müstakil yaşasın. O istiqlaldan ben bunu dərk edirəm. Ki insan bir hani zoraki bir şeyin altında kalmadan, hatta buna diye eğer istiqlal azadlıktan geçir, bu azadlık budur ki insan evvel vicdan azadlığı ola. İkincisi budur ki azadlıq, hani insanlar özləri camiədə elə qeyd-o-bənd yaradarlar, onun əsiri olarlar. Ne bileyim icbar-ı kalba, iş icbarından azad olmak, ürf adetten yani hani irticai ürf adetten azad olmaklar hamısı bir müstakil bir fikir sahibi olan bir insan için lazımdır, zaruridir ki insan azad olsun, insan müstakil yaşasın. Bu çok güzel bir mefhumdu, güzel bir deyimdi ve ümidvaram ki biz bütün dünya insanları bir gün müstakil yaşasınlar. Yani hiç kimse bərdə olmasın. Hiç kimse istismar altına geçməsin. Cənab Yahya, siz qabaqki izahatlarınızda işarə elədiniz ki, iqtisadi cəhətdən məsələn İskandinaviya bir yerə bağlıdır, Amerika Çinə bağlıdır, beləsi. Əcəba burada istiqlalın, yəni belə məna edirsiniz ki, al-ver, çarçıvə qazanc əsasında istiqlalı aradan aparar mı? Yoxsa
alverdə əgər bir şey mənə təhmil olursa, məsələn ailə içində xanım deyir ki, mənə bir sən neçə dənə bil ərzi alacaqsan və almağa məcbursan. Onda təhmil olur. Amma əgər gedirsən bəqqaldan istəyirsən bir mağazaya girmirsən, meyvələri seçirsən, ya gedirsən paltarlara baxırsan, onlardan seçirsən, ya karxana alacaqsan bir ayrı məmləkətdən, təyyarə alacaqsan, baxırsan dünyada görürsən ki, müxtəlif şirkətlər təyyarə düzəldir, müxtəlif karxanalar vardır. Sənin seçim imkanın var. Seçirsən, bu sizin istiqlalı bağlamaq anlamına gəlir, yoxsa istiqlaldır? Xub, insan nə qədər ehtiyaclarını özü belə təmin eləsə, xub, təbii ki, iqtisadi istiqlalı daha qüvvətli olar. Yəni, fərz edək ki, indi bəzi məmləkətlər vardır ki, həm keşavərzi ürünləri, həm sənəti ürünləri, həm teknik açıdan daha da qüvvətlidirlər, daha güclüdürlər. Özlərini təmin edirlər. Bəzi məmləkətlər də vardır ki, bağımlıdırlar. Fərz edək ki, Afrikanın birçok ölkəsinə Məvadlı Qəzai getməsə, indi Qəzzədə olan savaşda, Qəzzədə yaşayan insanlara Məvadlı Qəzai getməsə, yetişməsə o insanlar ac qalar. O insanların ac qalması tabii ki, onların istiqlalını zədələr. Ona görə insanın nə qədər öz ehtiyaclarını özü təmin edir. Alver eləmək və alverdə seçim. Yəni, məsələn, qabaqcan 2 dənə buluc var idi. Bir şərq bulucu, kommunisti buluc, bir də imperialisti buluc, qərb bulucu. Hər ikisi də Məsihiyyət dünyasının ideolojiləri idi. Orada, məsələn, bir dənə məmləkət ki, şərqə bağlı idi, komünistlərə bağlı idi, məcburdur ki, oradan alsın. İstiqlal yox idi, şərqdən alırdı. Qərbə bağlı olanlar da qərbidən alırdılar, NATO'dan alırdı, ayrı yerə ala bilmirdi. Orada istiqlal təqribən demək olar yoxdur. Amma o yerdə ki, seçim var. Məsələn, o zaman bir dənə şey gəldi da, nə mənə idi? Üçüncü bir şey yarandı. Keşvərhay nə mənə idi? Qeyri-mütəhid. Qeyri-mütəhid. Bağımsız dövlətlər. Məsələn, bu bağımsız dövlətlər, məsələn, birliyi görürdük ki, deyir, mən həm Rusiyadan ala bilirəm, həm də Amerikadan ala bilirəm, həm istikbarla, həm də müstəkbirlə, hər ikisi ilə yola gedə bilirəm. Burada istiqlal, məsələn, yəni istəyirəm deyəm ki, bu iradəni iqtisada bağlayanda, alverə bağlayanda, acaba istiqlal aradan gedirmi? Hayır, kesin istiqlal aradan gitmez, alışverişte istiqlal aradan gitmez ama siz neçə dəfə vurguladınız ki, özgür iradeyle alışveriş yapmak bir tərəfədir, ama təhmili alışveriş ayrı bir məsələdir. Özgür iradeyle gidersen bazar azad dedikleri veya özgür iradeyle istediğin yerden istediğin malı alarsan ve istediğin ülkede istediğin malı satarsan. Ama xatirin ki, bu istiqlal zədələnməsin, bütün məmləkətlər çalışırlar ki, düzeylərini aparsınlar yuxarıya. Yəni, tolidi keşavərzilərini aparsınlar yuxarıya, tolidi sənətlərini aparsınlar yuxarıya, hətta tolidi elmlərini aparsınlar yuxarıya. O elə olsun ki, eləyə bilsinlər ki, rəqabət eləyə bilsinlər, ayrı ülkelərlə rəqabət eləsinlər. O zaman, bəllidir, nə qədər bu, mesela, bu istedadları yuxarıya aparsalar, həm üretimdə, həm tüketimdə, həm bunun yanında varida, sadratda. Məsələn deyirəm, misal vururam, mən indi zehnimdə yoxdur. Deyək ki, Oman adında, ya Qətər adında, ya Dubey adında bir yer var. Və Ərəbistan adında bir yer var. Bu buğdası yoxdur. Yəni, yiyəcəyi yoxdur, deyək. Bilmirəm var ya yox, fəqət misal vururam zehnimizdə. Məsələn, bunun buğdası yoxdur, amma nəfti var. Nəftin verir, yerinə hər nə istəsə alır. Acaba bu müstəqil olmurmu, yəni sizin baxışınızda? Əgər öz nəftini, öz hakimiyyəti ilə, öz iradəsi ilə, öz millətinin mənfəətinə çıxardır və dünya bazarlarında satır və onun da pulunu gətirir, öz millətinin rifahı üçün işlətdiyi sürəcə, o bəllidir ki, müstəqildir, niyə olmasın ki? Zaten dedim, iqtisad elə bir-birinə kilitlənib, elə bir-birlərinə inteqrə olub ki, iqtisadlar. Artıq əgər siz bu gözlə baxılsa ki, əgər bir məmləkət bir məhsulun satır, o məhsulla geçinir
Xo'p, onun istiqlaldan söz edilmez. Ama vaqiyyət budur ki, o məmləkətdəki tək məhsuludur. Yəni bir məhsulla iqtisadlarını dolandırırlar, həmişə xətərdədirlər. Əgər dünya bazarında hər hansı bir hadisə qabağa gəlsə, onların iqtisadları alt-üst olar. Yəni günün birində əgər neft bazarı daralsa, azalsa, bəlkə Ərəbistan Suudunun iqtisadı nə olar? Yerdən yerə vururlar. Ya veya Ammanın veya diğer Xəlicdə olan ülkələrin. Yəni ona görə o tək məhsulu dediyimiz tək ürünə bağlı olan ülkələrin istiqlalı zəifdir. Onların istiqlalı həmişə xətərdədir. Yaxşısı budur ki, neçə alanda qabağa getsinlər. Amma xub bəllidir ki, bütün insanlar, yəni bütün ülkələr bütün alanlarda qabağa gedəməz. Bəzi alanlarda zəifləri var. Xub təbiidir, xeyr, bu istiqlalı müstəqilliğə sədəmə vurmaz. Amma Tamam. dediyim kimi iqtisad zərbə görə bilər. Əgər Ərəbistan Suudi neft satanmasa veya dünyada elə bir hadisə olsa ki, neftə mesela təqazı az olsa, o zaman Ərəbistan Suudi və digər tək məhsullu ülkələr bu zərbə görürlər. Buna deyirlər bimari Hollandi iqtisadda. Çox da əhəmiyyətli bir şeydir. Bimari Hollandi iqtisadda budur. Tamam. Can Yahya'yı, indi buyurdunuz ki sizin parti İrandan ayrılmağı düşünmədiyi üçün istiqlalın üstündə çox danışmayıb. Amma acaba İranın özünün istiqlalını tərif edib ki, istiqlaldan mənzuru nədir? İranın istiqlalından mənzuru nədir? Bax, bu çox qədimki bir deyimdir. İranın istiqlalı budur ki, öz iqtisadını ayaqda tuta bilsin, siyasətdə bir yerə bağımlı olmasın. Fərz edilir ki, dəfələrcə hani şah dövründə belə hani İranın sentoya girməsinə xoş baxmırdı. Gerçi bizim parti sentodan qabaq qurulub. Sento çox bizim partiyadan sonra qurulub. Amma buluqsuz bir ülke olarak yani öz siyasi istiqlalını qabağa aparmaq üçün çalışması lazımdır deyilib və o istiqamətə də hərəkət edib. Fərz edək ki, o keşfərə qeyri-mütəhid. İstiqlalı o zaman, elə bu sentonun məsələsi gələndə istiqlalı bir tərif eləyibdi parti ki, bizim mənzurumuz istiqlaldan budur və burada İranın istiqlalı məsələn aradan gedir. Belə bir tərifi olub mu? Yox, elə bir şey demədik aradan gedir. Dedik ki, biz əgər imperializmlə həmkarlığa gedilirsə, bu imperializmin mesela bir aracı olmaq şəraiti qabağa gəlirsə, istiqlal zədələnər, istiqlal yox olar deyə demədik. Dedik, istiqlal zədələnər, istiqlal zərbə görər, darbə görər istiqlal. Yoxsa demədik ki, sentoya qatılmaqla istiqlal beynindən gedər. Xeyr, istiqlal zərbə görər. Biz onu mətrəhlədik. Tamam. Bəli, istiqlaldan bir tərif vermədiniz. Yəni əslində sizin tərifiniz parti olaraq yoxdur. Olmaz olur mu? Bizim istiqlaldan dediyim kimi istiqlalı biz hem siyasi cəhətdən görürük, hem iqtisadi cəhətdən görürük, hem ictimai cəhətdən görürük. Hem istiqlalı bütün insanların ve hem camianın hem insanların müstəqil olmasından, yani öz iradələrini bəyan etmə haqqına sahib olmasından geçer. Belə bir iradəni İranda həmişə mətrəh olub, həmişə azadlıqdan danışılıb. Hətta həm istiqlal-ı daxili, həm istiqlal-ı xarici. Yəni istiqlal daxili İranda müstəqil olmaq, yəni bir insan olaraq müstəqil yaşamaq, bir fərd olaraq bütün haqq hüquqa sahib olmaq və bütün haqq hüquqa sahib olan bir insan özünü müstəqil hiss edər. Bir ülke çapında, yani bütün İran'da, bir de dünya çapında ülkemizin müstakil olması. Şu ülkemizin müstakil olması ki, biz ülkemiz dediğimde ben Azerbaycan'dan ziyade bütün İran coğrafyasını göze alırım. Bütün bu ülkenin hem iktisadi güçlenmesi hem siyasi güçlenmesi ve her alanda güçlenmesi tabii ki müstakilliğin yolunu açar. Bunu her zaman deyilib və əslində hətta 1357-nin inqilabının sloganı o idi. 1357 inqilabının zaten şualları bu idi. Bir de şuallarından biri de istiqlal idi.
İstiqlal yani belli değil, bu bir bloka bağlı olmadan hiç o zaman siz mukaddemede dediğiniz gibi bazı bloklar vardı, sosyalist bloklar vardı. Onların iktisadi teşkilatı sosyalistlerin Komikonu Komikon adında bir iktisadi teşekkülleri vardı. Dediğiniz gibi Varşova Paktı vardı. Varşova Paktı da nizami şeydeydi. Avrupa'nın da özüne İttihadiye Avrupası vardı. Şu vaxt bazar müşterek derdiler ona. Bir de NATO zadı var. Nizami teşkilatı vardı. NATO altında. Hop biz bunların hiçbirine canımız istemirdi ki İran üye olsun. Halbuki hop bilakare eğer biz Senton'u nəzərdə tutsuk, Senton NATO'nun idaməsiydi o məntəqədə. Hop bu biraz istiqlalı ister istemez zədəlirdi. İstiqlalı yox eləmirdi. Ama istiqlalı zəiflədirdi. Müstəqil olmaq, yani o paketlərə, yani nizami paketlərə girməmək. Tamam. Dünya Siz indi istiqlalı hangi sahələrdə görürsünüz bir məmləkət üçün? ne yazık ki Cenab-ı Hidayet, indi bu gün istiqlal en önemli müellifesi istiqlalın iktisat. Güçlü bir iktisat. Güçlü iktisattan da yetişmiş insan gücü. Yani tahsilkerde insan gücü. Onun yanında ilmi alanlarda, ilmi meselede qabağa getmək, elli məsələdə qabağa getmək demək deyil ki, hər şey biz doçaqxana dikrar yaradacaq deyil. Çəx çoxdan yaranıb. Amma mövcud bütün dünya imkanlarından faydalanıb bu sahalarda, hem ilmi sahalarda, hem iktisadi sahalarda, hem siyasi sahalarda. Zaten bunlar birbirine bağlıdır. Senin iktisatta kudretli olmadığın müddetçe siyasette de kudretli olamayacaksın. Siyasette kudretli olmadığın müddetçe o ayrı şeylerde de, demokraside de kudretli olmayacaksın. Netice itibariyle istiqlal sədelenecek. Ona göre müstakil bir devlet olmak için, müstakil bir teşkilat yaratmak için müstakil bir sazmanlığı lazımdır. Hatta hizblere böyle. Ama ülke çapında istiqlal ondan geçer ki güçlü bir iktisada sahip olan. Güçlü bir iktisadın da esası tevliddir. Tevlidi qabağa aparaq. Mesela bizim İran deyilən o memlekette bizim indi böyük səhvimiz sənaye dalında dalı qalışımız. O memleketin her zadı sənəti olmağa hazırdır. Bizim bilirsiniz ki, kuraqlıq bir memleketdir. Yani kəm abi dedikleri biləxərə kuraqlıqdır, devamlı bu məsələyə qarşı qarşıyadır. Gerçi 95% su məsrəf olur Keşaverziyə. Halbuki bu 95% su Keşaverzidə məsrəf olur. Ama bütün o Keşaverzi eləyənmir ki, İranın məbəd qəzasını təmin eləsin. Yine də məcburdur İran buğda ithal var diləsin, bəzi məvad qəzayı var diləsin ki, eləyə bilsin, neyləsin, özünü doyursun. Pəs bənabərin istiqlal oradan geçər ki, insan heç olmasa öz məvad qəzayısını özü təmin eləsin. Ve biz buna çalışmalıyıq ve bu arzumuz budur ki, bir gün bunu yerine getirsin. Dünyada, Cənab Yahya, dünyada belə bir məmləkət var ki, məsələn, tamam yeməklərin özü istehsal eləsin. Belə bir məmləkət ülkü var mı? Bir 20 memleket, 18-20 memleket var. Xoşbəxtane Türkiye de o cümledendir ki, öz məvad qəzayısını özü təmin edir. Gözəl. Ərz edeyim ki, siz mütləq olaraq istiqlala inanırsınız. Axı istiqlal özümüz, yani İran için mi yoksa Azerbaycan için? Mütləq istiqlal. Mütləq istiqlaldan aslında söz edilmez Cenab-ı Hidayet. Eğer yani mutlak istiqlal manası bu için ben bütün dünyayla irtibatımı keseceğim. Öz dövrüme bir tane duvar çekip içeride yaşayacağım. Ya bu anlama hayır, inanmıyorum. Hiç olacak da değil. Olacak da değil. Sen bugün bütün teyyareler eğer İran'dan işten düşerse çoğu ya Bunya'dan alınıp ya Rusya'dan alınıp veya bazı memleketlerden icare olunup veya alınıp eğer onlar hamısı işten düşerse İran'da şire gidemez. Siz Kanada'ya da gidemez. Ona göre müstakil yani istiqlaldan söhbət eləmək da olmaz. Bütün memleketler birbirine indi muhtaçtır.
bir-birindən bax bizim nəslimiz olmasa bəlkə hani bəzi məmləkətlərin hani dediğimiz Ərəbistan Suudunun nefti olmasa ve Rusiyanın gazı olmasa ki əlbəttə bir kilid yoxdur bu Ukrayna savaşından dolayı mümkündür Avropalı soğuktan dona veya bütün maşinler Avrupa'da stop ediyor, hareket edemeye. Yani mevcut memleket dünya birbirine muhtaçtı, dünya birbirine bağlıdır. Ona göre mutlak istiqlaldan söz etmekten bilmem sizin mevzunuz nedir ama mutlak istiqlal diye bir şey yoktur Tamam. artık. Sizin təşkilat federalistdir, amma sizin təşkilatın yol xəritəsində Güney Azərbaycanın istiqlalına getmək imkanı və yol xəritəsi varmı? Yəni bir şərait oldu ki, əslən yoxdur. Hayır, aslında buna ne inanmışıq, ne bu şərait, bugünkü şəraitə inanırıq. Biz buna inanmırıq çünkü Güney Azərbaycan müstəqil bir özünə dövlət olar və müstəqil bir dövlət olaraq da uluslararası düzeydə yəni beynəlmiləl səthində tanıdılar və qabağa gedər. Biz ona heç bərnaməmizdə yoxdur, haritamızda da dediğimiz kimi yoxdur. Amma bu demək deyil ki biz hani qabaqçada zaten bunu imtihan eləmişik. Milli bir hükümet kurmuşuq və bu milli hükümetin de İran çerçevesinde bir milli hükümetten söz getirmişik. Buna göre xeyr, biz istiqlala hələ də inanmırıq, bu şərtlərdə heç inanmırıq. Çünkü dünyada bir dənə əsl var. Məsələn, İranda insanların zehnin yuvarlar hərdən. Deyir ki, məsələn, rəy verməsəz, sazmanilər, məsələn, bir belə rəy versəz, sazmanilər bixalət elər. Bunlar hamısı yalandır. Yəni, insanlar bilmədikləri, insanlara bir yalan ümid verirlər, sonra da onu yuvurlar gedir. Ya, məsələn, nə bilim, filan işi görsəz, el olar, belə olar. İndi, amma, məsələn, deyirlər ki, qanun əsası hər 10 ildən bir, məsələn, baxırlar. Biz Amerikanın qanun əsasına baxırıq, 4-500 ildir yazılıbdır. Ondan referendum eləməyiblər ki, qanun əsasını değişdirək. Əvəzinə gəliblər, hər məsələn neçə ildən bir, o dadgah, anayasanın ki, məhkəməsi var, o ali dadgah, hər nə mənə ki, o qanun anayasa məhkəməsi deyirlər, çox keçki və məmləkətlərdə, orada o gəlir, taza təfsir verir. Yəni güncəllik təfsiri. Təfsiri dünəcən filan kəlmədən buyudu, bu əslidən buyudu. Bu günləri deyir, ağa, şərait değişibdir, biz bundan bu üzrü düşünəcəyik. İndi mən bunu düşünürdüm ki, Pişəvəri rəhmətlik, şəhid Pişəvəri bir dənə məktub yazıbdı Şura Atlantikə. Mən bunu yadımdan çıxadıram. Şura Atlantikə yazıbdı. Deyib, ağa, bizi qəbul edin. Bir müstəqil dövlət kimi, bizim haqqı təyin sərniştimiz əsasında. Ay Cenab-ı Hidayət, burada dedim yani sözlərlə bəzi yanlışlıklar olur. Deməyib bizim müstəqil bir dövlət olaraq qəbul ediyor. Deyib sizin mənşurunuzda, yani Şura Atlantik'in mənşurunda. Hatta ondan qabaq, İnqilab Fransa'da, hatta ondan qabaq, İnqilab o şeydə, Amerika'da qanun əsası siz işarə buyurdunuz, orada haqqı təyin sərnişt diye bir söz geçir. Tam belə açıqca geçmir ama var. Ondan sonra İnqilab Oktob'dan qabaq Lenin 1914'te bir məqalə yazır. Hatta yazır ki Rusiya millətlər zindanıdır. Millətlər öz haqqlarını, haqqı təyini sərnişt millətlərin haqqıdır. O da dediğim kimi, geçen programda dediğim kimi zaten yine qədim Yunan filozoflarından qabağa gəlir ki, deyirlər insan azad doğulub azad yaşamalıdır. Heç bir dövlətin, heç bir hani bir zorun kontrolüne geçmemelidir. Hop biz onu o vaxtda demişik, onu da demişik. Ama Ağay Pişəvəri bunu mətrəh edir ki, biz bər əsası qanun əsası məşrutə hakkımız vardı ki öz siyasi sərniştimizi özümüz təyin edirik. Yani ne edirik yani? Yani o asli vilayeti, eyaleti ve vilayeti icraya konulsun ki konulmayıbdı. Biz onun budur.
Cavab Yahya, indi onu mətrəh eləməkdən, onu dünən danışdıq, taza bir zaviyədən, istiqlal zaviyəsindən baxıram. Misal vurdum ki, dünyada qanun əsasını dəyişdirmirlər. Bəlkə gəlirlər, taza təfsir verirlər ki, güncəlləsinlər, gündəki mövzunu, qonunu, niyazlara, ehtiyaclara cavab versin qanun əsası. Bəli. Acaba Pişəvəri belə bir namə yazıbdı. İndi yazıb ki, bizim haqqı təyini sərnəvişimizi rəsmiyyətə tanıyın. Ama bu kanun esasında vardı. O taza bir şey Tamam, çıkartmıyor. tamam. Bu adam deyibdi da, deyib ki, bunu bir dana bir xarici məmləkətlərdə bir yer vardı. Orada 3 nəfər bir şey imzalayıblar. Götürüb onları dünya güclərini əslində. Dünya güclərini götürüb yazıb ki, bizim, yəni biz burada bir iş görmüşük. İran dövləti mümkündür qəbul eləməyə. Siz bizi qəbul eləyin. Belədir yox. Aslında belə de der Cenab-ı Hidayet. Yani Ay Pişever dedim yani tek şurayı Atlantik'e yazmıyor. Ay Pişever'i bütün elçiliklere, bütün konsulgerlere de yazdım. Ki bizim hedefimiz İran'dan ayrılmak değil. Biz bunlar ki bizi tecziye talep değiller, bizi bilmem amili bigane değiller, biz güya hainuk, amili bigane. Bunlar hamısı hava sözlerdi. Bizim kanun esası çerçevesinde hakkımız var. Öz sərnişin siyasımızı özümüz təyin edirik. Bu istiqlal değil Cenab-ı Hidayet. Bu ayrı bir bəhsidir. Ona göre mən orada istəyirəm bir taza bəhs mətrəh eləyəm. Yəni əslən bu bəhsləri istəmirdim işte. İstəyirdim deyəm ki, Cənab bu şəhid Pişəvərinin bu naməsi biz taza, yəni biz şiriyəndə, yəni sizin hizbiz buna məsuldur. Mən məsul deyiləm zaten. Əlbəttə mən də məsulam. Çünki mən onu lider görürsəm əgər. Siz oxumamışsınız Cenab-ı Hidayet. Bəlkə sizin qulağınıza çatmayıb. Bəlkə siz oxumamışsınız. Amma biz bu məktub elə o vaxtdan da bilirsiniz ki biz irticai bir rejim dərheylə müstəbid bir rejimlə qarşı-qarşıya gəlmişdik. Bax 1325'ün 21'e azərindən sonra ne çok bak geldiler tabloları bile Təbrizdə değiştirdiler. O tablolar ki Türkiye yazılmıştı üstünde onların hamısını değiştirdiler. Yani bu nameler yok değildi. Bu namelerde bilenler bilirdi, görenler görürdü. Çok yerde bu nameler vardı. Ama istibdad icazə vermirdi ki bunlar münteşir olsun, bunlar değilsin. Ta geldi hani bir kitap mesela çıktı. Hələ inqilab olmadan 1355'te Gözəştə çırağı rahayəndəs. Orada buna işarə olundu. Bunlar gövdən gəlmədilər. Belə bunlar İranda roşanfiklərdir ki, Azərbaycanın roşanfiklərdir ki, İranda yaşayırdılar. Həm bu namıya işarə elədilər, həm ayrı namələrə işarə elədilər. Tək bu deyil. Yəni Ağay Pişəvərinin və milli hükümətin hədəflərin bunlar ortaya qoydular. Siz neçə yaşında 12 Şəhrivər bəyannaməsini ilk kez okudunuz? Ben ne bileyim ben danışkağa girene kadar hiç bilmirdim. Hiç bilmirdim ki beyaniye 12 Şəhrivər var. Ham 12 Şəhrivər dünyanın malı değil ki. Mən bu 2000 bəlkə 15'te oxumuşam. Bəlkə bu hududda. Bərabərim, məsələ bizdədir, məsələ bu rejimlərdədir ki, istibdada hakim ediblər, qoymayıblar ki, biz geçmişimizlə barışaq, biz geçmişim tariximizlə aşina olaq. Bu bizim suçumuzda, əlbəttə bizim de suçumuzda getməmişikdən öncə. Amma bu istibdadı rejimlərin suçudur, cürümüdür ki, bu istibdadı rejimlər qoymayıblar bu məsələlər açılsın. Dedi o için Yenə də Cavab Yahya, yenə də mən sualımı hələ mətrəh eləmədim yəni. Yəni bu bəhsləri eləyirik, amma mən o sual ki istəyirəm mətrəh eləyəm, o suala yetişmədim. O da budur. Mən ələn cənabınız danışda istəyirəm bu Name-i Cəfər Pişəvəri be Mənşur Atlantik. Nəmin odur oldu? Mənşur Atlantik, bəli. Bəli. Bunu istəyirəm ələn tapam, onun mətnini buradan da bəlkə lazım oldu, oxuduq. Onu əgər tapa bilsəm çox gözəl olar. Amma eyni halda mənim sualım budur. Ərz elədim, işarə elədim, qanun əsasını dəyişməzlər. Bəlkə ondan taza təfsir verərlər, ondan güncəllədərlər. Məsələn, İranda əsl 15'e istinad edirlər. Mən bir dənə parantez içərisində bir şey deyim. Buyurun. Bəzi məmləkətlərin qanun əsasında bəzi əsllər var, o əsl dəyişməz. Yani o əsfərdə indi qanun əsası Cumhur İslami'də
bir neçə əsl var ki, onlar değişmez. Yani farz ediyor ki, kanun esası Cumhuriyet İslami'de vilayet fərqi kaldırmak olmaz. Yani böyle bir əslər var. Ne bileyim, menşe kudret Allah'tır. Cumhur İslam'ın kanun esasında. Bunlar əslidirlər. Bunlar ne? Mesela Cumhuriyet Türkiye'nin kanun esasında bu da Türkiye uniter bir devlettir. Türkiye laik bir devlettir filan Behman. Bunlar əslidir. Yani bunları kolay kolay kaldırmak olmaz kanun esasından. Bəli. Mən indi bunlara keçməyim. Mən əlbəttə bilirəm ki, bunların hamısını dəyişdirmək olar. Məsələn, bu cürsi dəyişdirər. Deyər ki, qanun əsası o zamanda biz bu mənada işləmişik. İndi deyirik ki, məsələn, beləsi olsun. Olar. Məsələn, vilayət fəqihə güc çox verilibdir. Bunu Allah tərəfindən Allahın iradəsi millətinə görsənər. Qanun əsasında belə bir şey yazılıbdır, yəni. Yok, Allah'ın iradesi milletle görsənər değil. Allah'ın iradesi milletle görsənməz. Allah'ın iradesi öz Allah'ın iradesidir. Yok. Millet təbəyyət edir Yok. onlar. Bakın bəhsə girməyək. İstəyirəm deyəm ki, yəni əgər istəsə o bir dənə qanun əsasını təfsir eləyən, istəyə vilayət fəqihi yumuşaldar, güncəllədə gələr deyər ki, vilayət fəqihi Allahın nümayəndəsi deyil yer üzündə. Çünki Allah müstəqimən heç kəsi nümayəndə eləməyibdir. Amma Allahın iradəsi millətin vəsiləsinə verilir birinə, o millət seçirsə. Məsələn, buna yerdə hazırlayıblar da, bilirsiniz. İranda bu bəhs gəlib ki, İmam Əlinin də əgər vilayətin camiə qəbul eləməsə, İmam Əli təslim olur camiyə. Yaxçı, yəni istəyirəm deyəm, baxın, vilayət fəqihə belə bir zəmin yaradıblar əslən. İndi yaranıb bu, çoxdandır. Bəlkə 15 ildir, 20 ildir bu zəmin yaranıbdır ki, İmam-ı Məsum deyirlər özləri. İmam-ı Məsum belə vilayəti millət qəbul eləməsə vilayət olmaz. Tamam. Bu İstəyirəm bunları keçək. Yəni bunlardan sözümüz yoxdur. Mənim sualım qeydə gəlir. Sizin partinin o mənşuru Atlantikə yazılan məktubun üstünə. Deyirəm, nə əcəb. Sizin parti taza bir təfsir çıxartmır ki, deyə bu naməni bizim liderimiz yazdığı üçün mənşuri Atlantikə biz bunu bu mənada indi təfsir edirik ki, Azərbaycan xarici məmləkətdən istəyir ki, onun istiqlalını rəsmiyyətə tanısın. Niyə belə təfsir eləməyək? Niye bunu böyle tefsir ediyor ki? Ne gereği var? Çünkü biz hem metne millətimizə bu imkan verək ki, bir fürsət gələndə istiqlalını alsın. Yok, biz böyle bir şey biz düşünmürük hiç. Tamam. İşte sen böyle bir şey zadımızdan geçmir. Muhayyelemizden de geçmir. Çünkü biz dediğim gibi Güney Azerbaycan'ın müstakil bir devlet olarak müstakil bir devlet oluşmasını hiç benimsemirik. Yani kabul de elemirik. Biz Tamam. ne vakti bir şey ki kabul elemirik. Niye gereği onun üstünde? Tamam. Durak diye bir tefsir yap. Ağay Pişəvərinin Milli Hükümetin yazdığı filan mektubu biz gəlib təfsir edəyik indi. Nə gərəyi var? Tamam. Təşəkkür edirəm. Əslində sizin mən çoxlu suallara burada cavab aldım. Ehtiyacı yoxdur. Bu bəhsi davam edək. Sizə bir dənə sual soruşum, bundan sonra bu bəhsdən çıxışım. Sizin nəzərinizcə indiki şəraitdə, dünyanın şəraitinə baxanda və ehtimalata baxanda, bəzi ehtimallar baxanda, o cümlədə məsələn İran savaşa girər səbir məmləkətlə, ya hökumət mərkəzi, ya Xamenei ölürsə, hökumət mərkəzi zəif olursa, belə bir şəraitdə Azərbaycanın istiqlalına o şəraitdə necə baxırsınız? Baxınız, onu zaman göstərər. Onu biz indidən pişbinlik eləmək doğru deyil. Onu zaman göstərir ama mutlaka bunu diyeyim ki böyle şeylere zaten Azerbaycan'da yaşayan insanları karar verir. Bir teşkilat bu şəraitte milletin sözünü dinler. Milletin isteği istikamette hareket eder. Millete yön veren, yani biz siyasi partiye yön veren millettir. Yol gösteren millettir. Tabiidir ki iki taraflıdır. Bir siyasi partiye de ister millete hani bildiğini tozif versin, tefsirlesin ama yine de ondan esinlenir ki bir siyasi parti ondan esinlenir ki millet ne istiyor? Ne şerait istiyor? Ve eğer buna inanırsa, millet de buna inanırsa ki müstakil bir devlet olursa
daha rifahda yaşar, daha xoşbəxt yaşar, iqtisadi cəhətdən vəziyyəti yaxşı olar. Hani daha yaxşı şərait əldə edər. Niyə olmasın ki, heç kəs buna müxalifət edəməz. Millət iradəsinə heç kəs qarşı qoya bilməz. Onu o Tamam, zaman göstərər. İndi bizim programımızda elə bir şey yoxdur. tamam. İran bahsinə keçək, istiqlal bəhsini qoyduq qaldı. İran qavramı sizin təşkilatın düşüncəsində hangi tərifi var? İran söz olarak manası mefhum anlamda İran bir ülkedir, yani bir coğrafi bir ülkedir. Coğrafya siyasi açısından İran'ın bu 1 milyon 648 bin kilometre mürəbbə mesafeti olan bir ülkeye İran değildir. Ama bu İran demek değil ki fakat bir gruba aitti veya bir dile aitti. İran'da değişik gruplar yaşayır, değişik diller yaşayır, değişik milletler yaşayır, değişik kavimler yaşayır ki geçen programda kavimler üstünde durduk, milletler üstünde de durduk. Ona göre İran dediğimizde bilahare zihnimize o mesahet gelir, o siyasi bir coğrafya açısından o mesahet gelir. Ve o başka bir manası yoktu. Yani onun kelime itibariyle İran nedir? Arayanlar adından mı gelir? Hardan gelir? Onu ben aslında dilçi değilim. Ondan da pek haberim yoktu. Onu dilçilerden soruşmak lazımdı ki bu İran'ın menşesi hardandı? Bu İran indi bir dana düşüncədir da. Burada beyinsel olarak torpaqdan əlavə bir düşüncə var burada. Ona görə. Yəni deyəndə İran beynimizdə bir şeylər gəlir. Siz bu İran qavramın sizin təşkilat siyasi görürsüz, kültürel görürsüz, topraqsal görürsüz, dilsel görürsüz, dinsel görürsüz, məzhəbsel görürsüz. Ya necə görürsüz bu qavramı? Bunların hamısının bir yerde karışımı görülür. Yani İran dediğimizde bir coğrafyadır. Orada dediğim gibi bir insanlar yaşayır. Bunları bazılarını dini inançlar birbirine bağlayır. Bazılarını diller birbirine bağlayır. Bazılarını iktisadi vaziyet birbirine bağlayır. Bunlar tarih açısından bunlar bazıları birbirine bağlanır. Ona göre bunu tek tek ayırmak pek münasip görünmür. Biz görmürük en azından. İran adlı varlığı rəsmiyyətə tanıyır sizin partiniz? Bəli, tanıyırıq. Ülkəmizdir və o ülkəmizin də biz də o ülkədə yaşayan bir millətik, amma üstünlük öz sərniştimiz, siyasi sərniştimizi özümüz təyin edirik. Və bu istiqlal anlamına deyil. İran sözündən sizin anlamınız, təşkilatın anlamı nədir? İranlı, üzr istəyirəm. İranlı sözündən sizin təşkilatın düşünəcəyi nədir? Valla İranlı sözünden bizim düşüncemiz budur ki o coğrafyada yaşayan insanlara, o coğrafyada yaşayan o milletlere İranlı adı verilir. Biz çünkü o memleketin hani şinasnaməsini daşıyırıq, o memleketin pasportunu daşıyırıq, o memlekette raic milli puldan faydalanırıq. O memleketin harici siyasetinde ister istemez bizim hamımızı İranlı olarak görürler ve ona göre biz de o milletin bir parçası özümüzü hissediyoruz. Türklər, Azərbaycan, Azərbaycanlılar bunlar bir tərəfdə, İran və İranlılar qavramı bir başqa tərəfdə. Siyasətdə necə yan-yana gətirirsiniz bu iki kanalı? Biz yan-yana getirmemizde çok da sade bir şeydi. Bizim çok bağlarla İran'da yaşayan milletlerle bağımız var. Bu bağımız da çok da kuvvetlidir. Dedim iktisadi bağ var. Hatta yavaş yavaş nəsillərimiz hətta bir-birinə yaxınlaşıb, qan bağları təşkil tapıb, evlənməliklərlə, yani yaxınlıqlarla, hətta Azərbaycanlıların İranın hər tərəfinə səpələnib, hər tərəfində olmaqla birlikdə biləxərə bir-birimizə qarışmışıq. Bu İranın öz içində olan millətlərlə rabitəmiz
gündən-günə artıb, gündən-günə çoxalıb. Amma digər tərəfdən də bizim xoşbəxtliyimiz budur ki, Azərbaycan mərzlərinin o tərəfdə yaşayan, yuxarısında yaşayan Kuzey Azərbaycan bizim qanımızdır, bizlə eynidir, dilimiz eynidir, fərhəngimiz eynidir, kültürümüz eynidir. Bu tərəfdə bizim hani batı qismətində, yəni qərbimizdə olan Türkiyə də bizə çox yaxındır. Hətta onun aşağısında Irak'ta yaşayan Türkmenler de bize çok yakındır. Hem dil yakınlığımız var, hem görünüş yakınlığımız var, hem kültürel yakınlığımız var. Hem de bizim için büyük bir imkandır. Çünkü onlarla işbirliği haline gidelim. Yani iktisadi işbirliğimiz olsun, siyasi işbirliğimiz olsun, siyasi yakınlığımız olsun. Ama demek değil ki biz İran'ın obursu milletlerini kenara bırakaq bunlarla olaq. Yox, belə bizim partiyamız öngörmür. Ama bunlar da bir imkandır, bunların imkanlarından da faydalanmaq, alışveriş içərisində olmaq bizim mənfəətimizdir. Ona görə biz məsələyə belə baxırıq. Gözəl. İran'ı milletler, bu İranç var ha, bu İran'ı milletler ölkəsi varlığı bilirsiniz, yoksa bir bütün ölkə kanırsınız? Biz zaten İran'da tek bir milletin ne hakimiyetin kabul ediyoruz, ne bir millet olduğunu inanıyoruz. Zaten 100 yıldan çoktur ki bu hani bu teoriye mesela millet sazı bir dil, vahid bir dil, vahid bir kültür, vahid bir tarih, vahid bir falan bu olmayıp qabağa da gitmiyor veya qabağa gitseydi geri obursu milletlerin hem dili yok olaydı, hem kimlikleri, hem hüviyetleri yok olaydı. Olmayıp. Demek yani bəli İranda değişik milletler yaşayır ve öz varlıklarını da gündən günə də təqviyyət edirlər. Ama ne yazık ki dil meselesinde o imkan ki Faslara verilir, o bütçeden ki Fas diline ayrılır. O geçen programda dedim. Tek İran içinde değil, hatta İran'ın eşiğinde bile o Fas dilinin gelişmesi için büyük imkanlar verilir. Halbuki İran öz içinde olan obursu dillere bu imkanat verir mi? Siz yine bayağı işaretlediğiniz gibi 15. madde 45 yılda icraya konulmuş. İcra olunmuyor 15. madde. Halbuki kanun esasının aslı da o da. Aslı 15. İcra olunmuyor ve bu da zulmüdür. İran'da yaşayan diğer milletlere zulmüdür. Hatta diğer milletlerin dilini tahkir eləməkdir. Bu cərik ortadan qalxa. Bunu cərik ortadan qalxmaq için de biz Tehran'dan ümidimiz yoktur. Yani Tehran bunu kaldırmayacak. Biz Azərbaycanlılar ayağa qalxıb da haqqımızı istəməliyik. Yoksa biz Tehran'a ümidvar olacaq ki günün birində ne bir vay pezeşkan gidecek, Tehran'da reis cumhur olacak. O bizim dili yok. Hayır, bu değil. Azərbaycan ayağa qalxıb haqqını ve hukukunu zorla da olsa əldə eləməlidir. Ki zaten 1324'te de belə oldu. Eğer 1324'te Azərbaycan milleti ayağa kalkıp da milli hükümetin kurmasaydı, Qavam İpəkçiyanı Təbrizə göndərməzdi ki, get ay pişəvərini dəvət elə Tehrana və oturaq müzakirə edək. Yəni Tehrana ay pişəvərinin dəvət olunması Qavam tərəfindən, yəni rəsmiyyətlə milli hökumətin tanınması deməkdir. Milli hökuməti rəsmən tanındı ki, dəvət olundu. Yoxsa həkim o işi görmürdü. Həkim göz həmşəhrimizdir ki, o işi görmürdü. Yəni indi deyək ki, Azərbaycan qalxdı eyni 1324 kimi və yenə də Tehran gəldi, bastı bunu. Yenə də qətliam elədi. Çünki istiqlala getməyən yol o cür olacaqdı, ikrar olacaqdı. Nə cür bunu görürsünüz? Bunu nə cür eləyə bilərsiniz ki, bunu elə eləyərsiniz ki, insanlar 4-cü dəfə qətliam olmayırlar. Baxınız, indi bu qədər rahatlıqla qətliam artıq olmur. Yani bu kadar rahat da qətliam olunmur. Yani gözümüzün qabağında İsrail Qəzzədə qətliam edir. Heç kəsin tərpəşmir. İngilistan getdi Arjantinin haranı şeyləri, heç kəs Libi aradan getdi, heç kəsin tükü tərpəşmədi dünyada. Necə ki qətliam getmiş. Hindistan getdi o şeyləri, nə deyir, o müsəlman bölgəni qətliam elədi. Qoymadı hətta xəbər çıxar.
Yok, ben onu Azerbaycan için ele görmüyorum. Bu rahatlıkta olmaz Azerbaycan için. Fakat ki bir kere Azerbaycan, Tehran'ın yarısı Azerbaycan'dı. Can Yani eğer bir dənə soru, bir dənə məsələ. İranda faşist və farsist hücum güclüdür ya 1324-də güclüydü? 1324'te güçlüydü. Tamam. Tamam. Yani indi o kadar güçlüydü. Tamam. Keçək sonraki soruya. Deyir ki, beləsi yox. Bir indi İran var, sizin bir də indi sizin təşkilat İran adlı varlığın gələcəkdə necə görmək istəyir? Biz arzumuz budur ki İran kalsın ama İran'da yaşayan milletler haklarına, hukuklarına çatsınlar. Yani hakların ve hukukların elde etsinler. Arzumuz budur ve bunun içinde çalışırız. Ve bunun içinde diyoruz ki İran'a federal bir sistem, İran'ın Cenab-ı Tayyip, biz o birisi milletlerin davamız yoktur. Biz diyoruz niye dalı kaldık? Niye iktisadi cəhətdən dalı qaldıq? Niye siyasi cəhətdən dalı qaldıq? Niye 21. əsrdə vilayət fərqi bizə hakimiyyət sürdürür? Biz onun peşindəyik. Deyirik ki, eğer millətlər öz sərnişinləri öz təyin eləsələr, heç Tehranda, mərkəzdə bu qüdrətli bir şərait qabağa gəlməz ki, tapdama qüdrət əlində olsun. Ona görə millətlər yerək siyasi platformda öz haqlarını axtarırlar. Öz haklarına çatmak için ellerinden geleni eləsinlər. Bak, indi ben etiraf edirəm size, deyirəm ki, eğer Türkler, Azerbaycanlılar bir gün İran'da, tek bir gün umumi bir etisab eləsələr, İran batar. İran batar. Hem iktisadı batar, hem siyaseti batar, her şeyi batar. Devlet durar, mekanizmi devlet yok olar. Ona göre biz belə bir imkanlarımız var. Ama bunu necə faydalanabilirik, o ayrı mesele. Onu oturup dediğim müdiriye, siyasetçiler onu... Can, sizin indi parti İran'ı elə necə ki var, o cür görmək istəyir gələcəkdə. Ama bu suala cevap verin. O Ərəblərin İran'ın qalmağında ne faydaları var? Ne faydaları olabilir? O Bəlutların, bu Türklərin, o Türkəmənlərin, bu Kürtlərin, o Lorların, o Mazənilərin, o Bəxtiyarilərin, o Kiləkilərin İran'ın bütün qalmasında hangi bir fayda qazanabilirlər? Onu da təfsirə bağlıdır. Şurada necə təfsir edirlər. Ama eğer İran bütün kalırsa, hatta bu milletler birbirine alışverişte bulunsalar, birbirine ne bileyim, biri Niru'yu kar verer, biri sənəti mədənlər verer, biri ne bileyim ağaç düzəltlər verer, biri sanayi, hani kağıt sanayisinde zadılar. Bunlar hamısı alışveriş içerisinde olurlarsa tabii ki hamı menfaat eder. Ama Beluçistan'ın onların bir kısmı mesele İran'ın kanun esasının ileri gelir. İran'ın kanun esası Şiilik üzerine düzenlenir. Şiilik üzerine düzenlenen kanun esası. O məsələlərə keçmək, icazə buyurun, beləsi mən mətrəh eləyim. Beləsi soruşum ki, Bəhrin İrandan ayrıldı da, doğru değil. Bəli. Onun vəziyyətidir, ya İranda qalan Türklərin məsələn vəziyyətidir, ya Ərəblərin vəziyyətidir, ya Bəluçların. Məsələni biz elə görmürük ki, Cənab Hidayət. Biz əvvələn ki, Yox, heç onu bir zaman... mən alıb buna görə soruşdum da. Mən soruşuram ki, Başa mən ki düşürəm Türkəm, mən ki Bəxtiyariyəm, mən ki Loram, mən ki Ciyləkəm, mən ki Mazəniyəm, mən ki Ərəbəm, mən ki Bəluçam, millət olaraq da mənə nə faydası var? Siz difa elədiniz İranın mənə nə faydası var? Mən əgər müstəqil olsam da alverim eləyəcəm. Müstəqil olmasam da. Niyə müstəqil? Elə qoy mən onu elə Bəhrin dediniz, qoy Bəhrindən bir misal verim. Bəhrin 99 illik için İngilistan'a kiraya verilmişti. İngiliz'den de 99 yıl kurtarmadan orada bir oyun oynandı ve Bahreyn de İran'dan ayrıldı. Dediğiniz gibi neft memleketidir, balıca bir yerdi. Sünniler hakimdi, ekseriyeti de Şii'di filan Bahman. İktisadi vəziyyətdə xoşdur. Biz Azerbaycanlılar hiçbir zaman başka ülkelerin kontrolü altına getməmişik.
Heç bir memlekete müstəmərə olmamışıq. 1000 ildə o İranı idarə eləmişik biz Türklər. Biz Bəhreyn deyirik. Biz heç bir memleketin müstəmərəsi olmamışıq. Və çok galibdir ki, heç bir memlekette müstəmər eləməmişik. Biz Türkler 1000 il İranda hakim olmuşuq, Fars diline düşmənlik eləməmişik. Hətta Fars dilinin gelişmesi için bizimkiler de çok çalışıb. Hələ də elə bizimkiler yine Fars dilinin genişlemesi için, Fars dilinin rüştü için çalışıblar. Biz əsən məsələni belə görmürük. Biz özümüzü Bəhreynlə qarşılaşdırmırıq. Biz o memleketi 1000 il idarə eləmişik. Bizim yani Bəhreynlə alıb verəcəyimiz var. Biz niye özümüzü Bəhreynlə qarşılaşdıraq? Buna göre ki onlar ayrılıblar. Ayrıldıkları için mövqeyiyyəti siyasi, iqtisadi, ictimai, beynəlmiləl lazım olan gücü də ki buyurdunuz, lazım olan gücü də məsələn Filipindən gətirir, Pakistandan gətirir, Tayland'dan gətirir, her yerden gətirir, orada işlədir lazım olan, hətta özünün gücü olmasa, təxəssüsü olmasa ayrı yerden gətirir. Eyni halda insanları mürəffəhdir, bir müstəqil məmləkətdir, pasportu vardır, dünyada Sazman-ı Miləldə üzvüdür, əmniyyətinə görə. Mesela bir de buyurursunuz ki bizim mesela Azerbaycan müstəmire olmayıbdır. Biz şimdi müstəmirədən pisuq da. Yani bizim vəziyyətimiz geçen yüzyılda müstəmirədən geçen yüzyılda Can Yahya yaxşı geldi. Elə bu sualı soruşum. Güney Azerbaycan'ın, Ərəblərin, Bəlutların, Kürtlərin durumu İranda müstəmirədən müstəmirə görürsünüz yoksa fərqli görürsünüz? Nədir görürsünüz? Çok farklı görürəm. İranda heç bir millet müstəmirə deyil. Kime müstəmiri? Yani hansı dövlətə müstəmiri? Yani siz Tehran'da dövləti təşkil verən elə tək faslar ki deyil. İçinde Türkler de var. Hala tazıl seçilen reis cumhur Türk'tü. Zaten dün Yusra günde hani bir heyette Türk'ü Nuh'a deyirdi. Ağay Pezeşkiyan. İttifakın oxuyub, bunu ben istedim. Əvvəl bərnamədə sizden soruşam. Sonra dedim gedək bura. İttifakın Səttarxanın başına gelen oyun Pezeşkiyanın başına geldi. Yani Səttarxana dediler ki Təbrizdə Qacarın başını qat. Burada savaş Qacarın. Qacarın 5-10 tane sərbazı vardı. Geldiler orada savaştılar. Bəxtiyarilərlə, ermənilərlə, Ciyləkçilər çektiler oranı, Tehran'a aldılar. 2 ay sonra da dediler ki Səttarxan Tehrana sənə bir caizə verəcək. 7 caizəni məclisdən verdilər. Sonra dediler ki yallah tüfəkləri qoyun yeri sizi öldürəcək. Ama indi Pezeşkiyana da deyiləcək Təbrizdə şahseycid onlara bir şey ver. Şahseycid onlara bir caizə. Tehranda, Şurada Amuzaj pərvərişə bəzi çizgilər seçənlər o xanımı gətiriblər ki, deyib bəsəndiki Farsi. Onu gətiriblər qoyublar ora. Nə bilim filan kəsi qoyublar, bəhman kəsi qoyublar. Farslar bərnamələrini aparırlar. Türklər isə oyuncaq olaraq oynurlar. Yox, mən elə bir şey inanmıram və Ağay Pezeşkiyan da Tehranda bir zada katılmıştı. Təbrizdə deyil. Tehranda mesela bir əzadarı heyətinə katılmıştı. Ve Tehran'daydı bu hadise ve yok ben aslında ona inanmıram. Yani ben Azerbaycanlı hiçbir ülkenin müstəmirəsi olmayıb ve bu müstəmire olacak imkanı da yoktu. Azerbaycanlı bu meseleleri minler il bundan qabaq başından soğub. Yani Azerbaycanlı dediğim kimi ben tekrarlamayayım 1000 il o memleketi idare edip necə müstəmiri olur? O zaman siz bizim liyaqətimizə biraz gölge düşürürsünüz. Siz bizim liyaqətimizə biraz şuurumuza hani yaxşı baxmısınız. Necə ola bilər? Çok pis baxıram. Mən ittifaqən çox pis baxıram. Yəni bizim şuur siyasimiz yoxdur məncə. Çox aşağıdır. Öz tərəfinizdən baxın. Mənim tərəfimdən baxmıyorum. Yox, mən öz tərəfimdən baxıram. Xeyr, sizin tərəfinizdən əstəğfurullah. Mən Azərbaycanı nə özümü müstəmərə görürəm, nə birinin tərəfindən istismar oluram. Bunların heç birini görmürəm. Fəqət istəklərim var, çox da vaqi istəklərim var. Bir təyin sərnişin siyasətimi özümü təyin edeyim. Öz Təbrizdə deyək bir dənə milli hökumətim olsun. İntixabatla gelsinler, azadlık olsun, demokrasi olsun. Ama o İran'da yaşayan diğer milletleri de ne özümden yukarı görürəm, ne özümden aşağı görürəm. Ben onlarla eyni mütesavili hukuk hakka sahibim ve onlarla hep bir yerde yaşamak istəyirəm.
Mənim təşkilatım da onlarla bir yerdə yaşamaq istəyir. Mən özümdə əslində rəvani elə bir şey görmürəm ki, müstəmiri Tehranım. Mən belə bir şey görmürəm. Müstəmiri Tehrandan nə hiss edirəm, nə görürəm. Tamam. Teşekkür ederim. Sizin təşkilat İran adlanan siyasi varlıqda federalizmə necə baxır? Ya nə cür federalizmə baxır? Bax, zaten dedik ki, bizim əlbəttə federalizmin değişik yönləri var. Cəmiyyət üzərində federalizm var, coğrafiya üzərində federalizm var. Bunu dedim karşınası məsələdir. Oturarlar, təyin edirlər. Bəli, ona inanırıq ki, biz bir dəfə bu təcrübəni elədik, müsbət nəticələr gördük. Yəni 1325 ilə 24 ilə 25 illəri arasında kurulan milli hükümet çok işler gördü. Eğer o idame tapsaydı, ben şimdi Azerbaycan'ın hani her şey değişik olabilirdi. Ona göre biz eyni o şəraitdə yine canımız istəyir ki, elə bir haqqımızı, elə bir hüququmuzu əldə eləyək və bunun içində çalışırıq. Fərqi Demokrat Azərbaycan da siyasətində bu var. Ki eynən o haqları, hüquqları tabii ki güncəlləşdirmək şərti ilə, tabii ki bu günün şərtlərinə uyaraq qabağa aparmaq. Bəli. Sizin federalizminiz etniksel, yani Türk dil əsaslı hər yerdəki əksəriyyətdədir. O əsasda olmaq istəyir, yoxsa tarixi, coğrafiyayı əsasda olmaq istəyir, yoxsa məsələn deyək ki, dahi nə mənə vardı? Ayrı federalizm şiveleri onların birinin əsasını istəyir. Bunlar dediğim gibi, bunlar fənli məsələdir bunlar. Bunlar oturup danışılmalı, tartışılmalı. Hansı münasibsə o qabağa aparılmalı. Bizim o zaman coğrafi... Yani sizin bir hazırlığınız yoktu ki sabahları miz üstə gəldi deyəsə biz bunu istiyoruz. Hayır, bizim dedim de bu karşılaştı meseledir. Şərait bizə, dedim mən Tehranda 4 milyon en azından Türk var. Çərəcin %80'i Türk'dür. Məşhədin %neçəsi Türk'dür. Quvun, bilmem Şirazın, Həmədan ki zaten hamısı Türk'dür. Bilmem Ərak'da Türk var. Səbzıvarda Türk var. Bunları şeyləmək o şəraitə bağlıdır. Ki o şərait müşəxxəslər. Ki bu etnik üzerine kurulmalı mı? Yoksa coğrafya üzerine kurulmalı mı? Onu zaman təyin edər, zaman müşəxxəslər, bəli. Sizin təşkilat bugünkü İranda bir konfederalizmə necə baxır? Bir konfederalizmi gündəmimizdə yoxdur ki, konfederalizm məmulen millətlər birliğidir. Yəni değişik müstəqil ülkeler olar. Bunlar bəzi mənfəətlər çərçivəsində konfederal olar. Yani konfederasyonu təşkil verirlər. Biz federalizmi daha uygun görürük. Konfederasyon. İndi bu şəraitdə İrana münasib deyil. Dünya gücləri və qonşu ölkələr, yəni İranın qonşu ölkələri İran adlanan yerdə Türklərin istiqlalını necə yaxınlaşırlar sizcə? Biz heç yaxınlaşmırlar. Heç istəmirlər yaxınlaşsınlar hətta. Hətta Türk dilli ülkeler bile yaxınlaşmaq istəmirlər. Bəzi hani sloganlar var, bəzi şeyler var. Xeyr, heç də elə deyil. Heç mən onların köməklərinə də inanmıram. Elə biz öz sərnişinimizi özümüz təyin eləməliyik. Hətta İranda yaşayan o birisi millətlərə daha yaxınıq. Halbuki dil etibariyle Türkiye'ye yaxınıq. Biz dil etibariyle bilmem Kuzey Azerbaycan'a yaxınıq. Ama biz öz gücümüze inanırıq. O birisi yani mərzun o tərəflərinə heç bir dəfə nə şimala nə qərbə inanmırıq. Cənabınız orada Mobluda oturaraq, Adilə xanım Bakıda oturaraq və parti baxır, oradan baxırsınız İrana. Yəni əlan buradan baxırsınız İrana. Bu İran coğrafiyasına baxanda nələr görürsünüz? Sizin gördüyünüz şeylər ki, gözünüzə çox çarpır, zehninizə gəlir, nədir? Birinci məsələdə bizi çox narahat edən budur ki, müstəbid bir rejim var. Bu müstəbid rejim təbiidir ki, insanların haqların, hüquqlarını payimal edir. Məmləkətdə vurgunluq var, məmləkətdə hani bir proqramda dediğiniz kimi rantxallıq var, oğurluq var, fesad tutub məmləkətin hər tərəfini, iqtisadi fesad, zorbalıqlar var. Qurumlar var ki, bunlar mütəşəkkil olublar. Milləti əzirlər, yoxsulları əzirlər və bu bizi narahat edir. Bizi ayrı narahat edən budur ki, biz Azərbaycanda yaşayan insanlarımız da
illərdir ki, hətta heç olmasa ana dillerinden məhrumdurlar. Bu ana dili gündəmdə həmişə olmalıdır. Bu bizim haqqımızdır. Bu heç kəsdən də biz nə xahiş edirik, nə bizə deyirik. Biz deyirik ki, bu haqqımızdır, alınmalıdır bu haqq. Bu haqq bəlkə verilməyə bilər, amma biz almalıyıq bu haqq. Biz onu o şəkildə baxırıq və bunun yanında da baxırıq ki, millətin, İranda yaşayan insanların %70'i o fəqirlik çizgisinin altında yaşayırlar. Buna baxırıq ki, İranda fərz edək ki, məsrəf ət 700 qramə düşüb. Bu həm Azərbaycanda belədir, həm Loristanda, həm Bəluçistanda, həm Tehranda bəlkə bəzi nöqtələrində və çox yerlərdə. Nə bilim, dünən o keçən məqalədə də işarə elədim. Məsrəf ləbəniyyat düşüb aşağı, məsrəf protein gəlib aşağı, yoxsulluqdur, fəlakətdir. Bu bizi narahat edir. Təbiidir ki, biz bu şəraitdən, bu fəlakətdən orada yaşayan insanlar kurtulsunlar. Orada yaşayan insanlar daha güzel yaşama liyaqətləri var. Bu şərait də vardı. İranda mütəəssifانه bir rejimlə qarşı qarşıya. Yoksa bu rejim mürtəcidir. Bu rejim gericidir. Bu rejim dalğalmışdır. Bu rejim 21-ci əsrdə bir dənə vilayət fərqli sistemi qurub ki, hamı mütidir. Bu bizi narahat edir. İster Adlı xanımı Bakıda, ister məni, ister sizi de Kanada'da. Hamımızı narahat edir. İstirik ki, millətimiz rifahda yaşasın. Millətimiz hani o şərait elə olsun ki, cavanlarımız qaçmasınlar. Bizim Dəryai Mediteranədə Avropaya qavuşmaq için boğulan yüzlerce cavanımız var. Axı bunlar niye memleketdən qaçtılar veya sizin memlekete veya sizin yan komşunuz Amerika'ya beyin gücü var. İran dünyanın yani beyin gücünde birinci sıradadır. İran'da olan beyin gücü o iki ölçeleri o yüzden bu yüzden. Bunlar hamısı bizi narahat edir. Biz buna baxırıq. Bu vəzdə yuxarıdan baxırıq, görürük ki, nə vəzdir, nə vəziyyətdir. Biz bundan qurtaraq. Tamam. İndi haman İrana coğrafiyasına baxanda nə görürsünüz? Coğrafiyada nə görürsünüz? Biz coğrafiyada dediğim kimi dəfələrcə bunu tekrarladım. 1.648.000 kilometre mürəbbə böyük bir coğrafiya var. Hani çeviri de var. Çöldür bir kısmı, çok büyük bir bölümü çöldür. Ama xoşbəxtانə biz Azərbaycanlılar Şimalı qərbində yaşayırıq. Şimalı qərbində yaşayan biz Azərbaycanlıların biraz az nəzəri mesela hani yağış tadımız biraz suludur, biraz suludur, çok da sulu değil. Ve orada biz yaşıyoruz ondan, o tarafta ayrı milletler yaşıyor. Beluçistan'da, Sistan Beluçistan'da Beluşlar yaşıyor. Güneyin hani qərbi qismətində Ərəblər yaşayır. Biraz yukarısında Lorlar var, biraz yukarısında Kürtlər var. Yani değişik milletler, hatta mesela milletler orada yaşayır ve bu coğrafyada belə baxırıq. Bunlar hamısı da bu coğrafyanın içerisinde yerləşiblər. Birbirlerine de çok ilişkileri var. Birbirlerinden de çok müravidələri var. Ərəbcə siz daha məndən yaxşı bilərsiniz. Alışveriş içerisindedirlər. Dedib kız alıp kız veriblər. Hani aile gruplar bir sürü bir xanavadə kimi olublar ve bunu biz korumaya çalışırıq. Biz bu xanavadanın dağılmasından yana deyirik. İranın dövlətinə necə baxırsınız? Hakimiyyətdə danışırıq. Yəni indi hakimiyyət bir şeydir. O dövlət dediyimiz ki, Türkiyədə dövlət deyirlər. Ona necə baxırsınız? İranın dövlət olaraq Cənab-ı Dayı, İran dövləti şübhəsiz dərin bir dövlətdir. Bunun 1000 ili də bizə aiddir. Biz Türklər aiddir. Dövlət İran dünən dövlətidir. Tarixdə qədimmiş dövlətlərdən biridir. İmparatorluqlar qurub, genişib, daralıb, mülk alıb, mülk verib, Hindistan'a kadar gedib, ondan sonra birçok məntəqədə əlindən çıxıb, indi bu coğrafiya qalıb indiki İranlıların əlində, İranda yaşayan insanların əlində. Dövlət dərin dövlətdir, amma bu dərin dövlətin bütün arşivi, bu dərin dövlətin bütün özellikleri geçip indi bir tane rejimi Cumhuriyet İslam'ın eline şərbət o demana baxma ki, İran 1357'de kurulmayıb. İran'ın tarihi çok eskiye dayanır. Ve ona göre 1357'ni biz
tarixin başlanğıcı görmürük. Cumhuriyet İslamı onu səyid edesin ki 1357-dən İran qurulub. Bu vaqiyyət budur ki qurulmayıb. Hələ də İran dövləti bir tərəfdən vilayət-i fəqiyə bağlıdır. Cenab-ı Hidayət, yaxşı diqqət edin sözümə. Bir tərəfdən vilayət-i fəqiyə bağlıdır. Bir tərəfdən də Avropa qurallarına bağlıdır. Avropai devlət yapılarını neyniyib İranda götürüb eynən onları istifadə edir. İranda vilayət-i fəqihdə təqsimi qova deyə bir şey yoxdur. Amma İranda təqsimi qova var. Yəni quvve-i müqənnərə var, quvve-i mucriyə var, quvve-i qəzaiyə var. Bu bir dənə İran məhsulunun məhsulu deyil. Vaqəən Can Yahya, vaqəən onların istiqlal olmasına inanırsınız ki, onlar müstəqildirlər? Xeyr, mən bunların müstəqil olduqlarına inanmıram, amma varlığına inanıram. Belə bir şey var. Bu da dünənin məsələsi deyil, yəni 1357-dən icad olmayıb. Bu illər ki İranda hani Qacar dönəmindən başlayıb və məşrutə inqilabı ilə pekişib, məşrutə inqilabı ilə qanunlaşıb, hələ bu qanunlar İranda caridir. Amma bunu vilayət fəqih bilən nişan verir ki, hər şey 1357-də başlayıb. Can Yahya, Bəli, buyur. Can Yahya, fars dilli insanlara necə baxırsınız? Heç mən fars dilli, ərəb dilli, əcəm dilli, bilməm, türk dilli insanlara fərqli baxmıram. Onlara da özümün kimi baxıram, özümə necə baxıram, onlara da elə baxıram. Amma mənim türklərə qarşı bir yaxınlıq hissim var. O da budur ki, mən türklərlə dildaşam. Dilimiz eyni dil olduğu için mən onlara daha özümü yaxın hiss edirəm. Amma bu anlama deyil ki, mən onlara yaxın hiss edirəm. Fars dilli insanlardan uzaqlaşıram. Belə bir şey deyil. Mən fars dilli insanları da sevirəm. Ərəb dilli insanları da sevirəm. İngilis dilli insanları da sevirəm. Bütün dillərə və hətta dinlərə ehtiram edirəm. Hətta dinlərə ki, özüm də çox da dindar bir adam deyirəm, amma bütün dinlərə də saygı duyuram, bütün dillərə də. Mən farslarla da bir məsələm yoxdur. Farsları necə bulursunuz, necə bölürsünüz? Farsları mən necə bulursam, necə bulduğumu sizə bəyan elədim. Çox qardaş görürəm, çox da yaxın görürəm özümə. Çünki onların dillerini də mən bilirəm. Onların dillerini öyrənmiş bilirəm. Halbuki mən bu türkçe dilim ana dilimdir. Amma onların da dillerini öyrənmişəm. Onlarla irtibat kururam. Bu irtibatdan da çox razıyam. Necə bölürsünüz? Onları bölmək, farsları... Mən onları heç bölmək, necə ki, öz içimizdə özümüzü bölmək istəmirəm. Onları da heç bölmək istəmirəm. Və hətta bölünmələrini də istəmirəm. Gözəl. Fars dilini necə tanırsınız? Fars dili şirin dillerden biridir. Güzel bir dildir. Zaten bilirsiniz ki şiir dilidir Fars dili. Melodik bir dildir. Şirin bir dildir. Kulağa hoş gelen bir dildir. Bunu fikirləmirəm, mən deyirəm. Yəni bu Avrupalılar da bunu dilə gətirirlər. Güzel dillerden biridir. Amma narəsailisi vardır. Mütəəssifانه rüşd eləmir. Bunun da rüşd eləməməsinin səbəbi budur ki, ayrı diller tapdanılır. Eğer İran'da ayrı diller tapdanmasaydı, diller birbirine ariyet verirler. Diller birbirinden ariyet alırlar. Bizim eğer Azerbaycan Türkçesi yüklenseydi, kuvvetlenseydi, elə mütekabilen Fars dili de kuvvetlenerdi. Çünkü diller birbirinden ariyet alırlar, genişlerler. Müteessifane obursa diller tapdandığı için İran'da Farsı dilde elə şeydi, rüşd ediydi, rüşd eləmeyip. Bütün bu bütçelere rağmen, bütün bu şeylere rağmen yaxşı pişrəft, yaxşı rüşd edəməyib. O da şikayət dəlili budur ki, İranda ayrı diller de var. İranda ayrı diller de var. Bu dillerin bastırılması, bu dillerin tapdanması, bu dilin də belə məhcur qalmasına səbəbiyyət verir. Fars dili Türklerin ya Azerbaycanlıların gələcəyində necə bir yeri olabilir ya olmaz? Hiç dəlil yoxdur olmasın. Bu bizim çok da güzel. Bizdə o kadar istedat var Azerbaycan Türkündə ki, eləyə bilər həm öz dilini danışsın,
hem eləyə Farsça öğrensin. Hatta eləyə ayrı diller. Ne kadar çok dil bilinirse alışverişimiz rahat olar. Hem ticari alışverişimiz hem kültür alışverişimiz çok da hoş olar ve çok da lazımdır. Ona göre tabii ki Azerbaycanlılar da Fars diline eləyə Hatta bazıları Fars dilini hatta eşqlə öğrenebilirler. Biz bunlara karşı gidiyoruz. Tabiidir ki bütün diller öğrenilmeli. Herkesin o istedat zadına bağlıdır. İran ve Farsların siyasi geleceğini necə görürsünüz? Ben İran'ın gelecek yani eğer İran'ın bir ülke olarak hesab edirəm, büyük təzad içerisinde yaşayır İran. İran'ın belə devam etmesi mümkün değil. İran'ın belə devam etmesi mümkün değil çünkü rejim özünü yeniləyənmir, tazarlayanmır. Rejim bazı vaqiyyətləri kabul eləmir. İnad edir. Gerçi indi də məxsusən bu son seçimlərdə nişan verdi ki millet devletten ayrılıp millet ayrı hesaplar edir. Hükümet ayrı hesaplar edir. Gerçi hükümet milletin sesini eşitti. Bu defa milletin sesini dəqiqən eşitti hakimiyyət. Ki 7% 8% intixabatda müşarikət bəlkə hökuməti özünə gətirdi. O üçün mən fikir edirəm ki, bu şərait ki, İranda hakimdir, bu uzun bir müddət devam edir. Mutlaka büyük bir değişiklik gelecekte göze çarpır ve görünür. Ufukta elə bir değişiklik görünür. Ufukta gördüğünüz o değişiklik necə bir değişiklik olur? Yani ne görürsünüz? Cenab-ı Hidayet o birazı bizim özümüzden asılıdır. Birazı dünya siyasetinden asılıdır. Birazı belki eşikten müdahalelerle olabilir. Ki ümidvaram bile bir müdahaleler olmasın. Biz öz sərnişimizi evvelen Azerbaycan'da özümüz, saniyen İran içerisinde diğer milletlerle beraber çözək. Birlikte çözək. Eğer bir değişiklik varsa biz özümüz bu değişikliği yerine getirək. Ayrı adamların müdaxilə. O büyük değişiklikçi deyirsiniz ufukta vardı. O ne tür görürsünüz? Ne tür bir şey görürsünüz orada? Her sırada tutmuşsunuz ki bu şekildeki gelir, bu şekil gitmez. Yani mümkün değil. Orada o dedim o şəraiti pişbinləmək da çok rahat değil. Ama vaqiyyət budur ki, ola bilər ki, bu indiki bu rejim zaten çökür. Yukarıdan da parçalanmak başlayıp yani günden günde parçalanma çoxalır. Hani Farslar ona rizeş deyirlər. Rizeş hükümeti de baş gösterip ve ihtilaflar günden güne ortaya çıkır. Pes benim değişiklik olacak ama ümidvaram ki bu değişiklik Allah göstermesin daxili bir cenge, daxili bir şeye müntehi olmasın. El olmasın ki daxili bir ceng düşsün ki o zaman çok bize zarar verir. Yani her şeyden bize görürsünüz ki elə bir şey gəlmağını da görürsünüz. Elə bir şey də bəli, ola bilər ki, hətta bəziləri qudretin hifz eləmək üçün, hələ indiki rejimin içində olan bəzi qudretlərini hifz eləmək üçün hətta onu da göz alırlar. Cəngi daxilini də hətta təşviq edərlər. Zahirdə də olmasa batıda təşviq edərlər ki, öz qudretlərini hifz edərlər. Tamam. Ona görə biz çok dikkatli olmalıyıq. Elə bu sualın yeri geldi. İran ve Farsların siyasi geleceğini necə görürsünüz? Biz Farsları da diğer milletleri zaten birbirinden ayırmıyoruz ki. Bizim Farslar da bütün diğer milletler kimi İran'da siyasi gelecekte hem yerleri var hem hakları var. Öbürsülerle mütesavi hukuk. Öbürsü eğer biz istiyoruz demokratik bir nizam kurak, bu demokratik nizamda hamı söz sahibi olmalıdır. Bunun Kürdü, bilmem bunun Beluçi, bunun Farsı, bunun Türkü yoktu. Hamının söz sahibi olmalıdır. Biz mesela 1324'te dedik ki Azerbaycan'a haksızlık olur. Bizim cemiyetimiz çoktu, milletvekilimiz azdı. Bizi temsil eden Tehran'da azdı cemiyetimize göre. Indi de o tekrar olabilir. Diğer herkes cemiyete göre farz edək ki
nümayəndə Tehrana gəlir olsa getsin. Hətta keçəndə bax neçə il bundan qabaq, odudan 15 il bundan qabaqdır. Ağay elə bu ağay Pezeşkiyan fraksiyonu Türk qurdu məclisdə. Qısa bir sürədə 100'ü aşdı nümayəndə Türk dilli nümayəndələrin sayısı 100'ü aşdı. Hamı vəhşət elədi. Faslar vəhşət elədi. Təcdə tərəflik gəldi, bilməm nümayəndə Erdoğan filan elədi, bilməm Azərbaycan Cumhuriyyətinin bir sürü şeyləri qarışdırdılar. Çok narahat oldular. Çünkü tərəf Səbzəvardan nümayəndə çıxmışdı, gəlmiş səbtənləmişdi fraksiyonu Türklere. Yani mevzu deyiləm, bu kadar karışıktı bu millet. Bu millet her tarafta Mənim sualıma hamı var. cavab vermədiniz. Yəni indi qeyri-müstəqim halətdə bir şeylər buyurursunuz, amma müstəqim halətdə indi bu durumda Farsların siyasi gələcəyini necə görürsünüz? İranın siyasi gələcəyini necə görürsünüz? Ben siyasi ya dedim de mütesavviyologu hamının bu siyasette hakkı var. Hem Farsların hem Türklerin hem Arapların hem Beluşların. Onlar da bizim kimi eynen bu siyasete katılmalı. Öz siyasi haklarını göze almalıdırlar. O siyasi haklarını yetişmelidirler benim kimi. Onda beləsi Araplar kimi, Beluşlar kimi. Onda aydın beləsi soruşum. Əgər İranda siz dediğiniz o senaryo üz verər ki, iç savaş çıxar. Əgər Allah o iç göstermesin. savaş çıxar. Onda o Farsların siyasi gələcəyin ve İranın siyasi gələcəyini necə görürsünüz? O çok xətərnak olar. Birinci budur ki, bu iç savaş deyirik. Ona biz mesela beraber koşu falan bakman. Hatta obursi dünyanın obursi memleketlerinin de İran'a müdahalesini çoxaldır. Obursi memleketlerde müdahale ederler. Biz hele o vaxt ki başımıza en büyük geçer. Yani biz hele o vaxt ki hem müstəmərə olabilirik hem de istiqlalımızı əldən veririk. İnşallah elə bir vəziyyət olmayacaq. Burada Fars Türklə elə mənası da yoxdur. Ümidvaram ki, elə bir şərait qabağa gəlməsin. Farsların da yine mənə təkrar elətdirirsiniz ki, mənim nə qədər hökumətdə haqqım varsa, Farsın da o qədər hökumətdə haqqı var. Yani bir bizzat ayrıcalık yoxdur. Yani Türklərin səhmi siyasətdə o qədərdir ki, Farsların var və o qədər ki, Ərəblərin var, Türklərin də var, o qədər ki, Bəluşların var, bunların da var. O qədər ki, Hayır, değil. İndi elə değil. Elə olmalıdır. elə Benim olmalı. arzum odur ki, elə Tamam. olmalıdır. Yok, elə Tamam. indi yok. İndi hələ bir şey diyeyim Cenab-ı Hidayət. İndi bəlkə Türklərin səhmi Bəluşlardan çoxdur hökumətdə. Türklərin səhmi Ərəblərdən çoxdur. Çünkü niye? Çünkü Türkler de Şii mezhep sayılırlar. Şii mezhep olmak özü bir imkandır. Özü bir şəraitdir ki, o müşariket siyasette yani yukarıda müdiriyyette karar tapmaq daha çoxdur. Sünnilere nəzərən veya obursu milletlərə nəzərən. Bəli. İran Farsların coğrafi gələcəyini necə görürsünüz? Yəni əgər o savaş çıxırsa, iç savaş. Ben ondan pərhiz edirəm ki, iç savaş heç vaxt ümidvaram olmasın. Ama onu da o zaman təyin elər. Farsların həm məntəqələrini təyin elərlər. Çünki bilirsən, elə bir şeye siz işarə ediyorsunuz ki, kaş ki işarə olunmasın. Gerçi siz haqqınız var, hər sual ediyorsunuz. Təbiidir. Ama ben ondan vəhşət edirəm ki, deyəm məsələn, Tehranda Xuday nəkərdi, iç savaş olsun. Tehran 4 milyon Türk, 5 milyon, 7 milyon, 6-7 milyon Fars, 1-2 milyon Kürt, hani Ərəb birbirine karışsa. Ne olar? Bunun nəticəsi vəhşətlik olar. Ona göre mən heç elə bir şey gözə alamıram. Yani elə bir şeyi düşünəmirəm. Bir siyasi təşkilat qaidətən senaryoları görməlidir da, yox? Görməlidir. Bəli, bunu arzu eləməməlidir. Bunu arzu yox. Arzu yox. Amma senaryo kimi görürük ki, belə bir şey ola bilər. Az zəif də olsa belə bir... Onun için de hoşlar veririk. Millete hoşlar veririk ki, uyanık olur. Dikkat edin ki siz oyuna gelmiyorsunuz. Belki bizden oynarlar. Oyuna gelmiyorsunuz. Bizden oynamak isterler ama siz oyuna gelmiyor. Belə oyunlara
boyun eğmiyor. Acaba yine o senaryo olursa Hı. Farsların ekonomisel durumları necə olar? O belli de zaten tek Farsların da bütün İran ekonomisi çöker. Tek Farsların da tek Farsların ne olsun ki? Azerbaycan'ın da ekonomisi çöker. Arabın, Acemin hamısının ekonomisi çöker. Zaten iç savaş Allah göstermesin başvurur, verirse bütün memleket çöker. Bütün iktisat çöker. Zaten zayıf iktisat %70 fərqinin altında yaşayır. Anarşizm hakim olar. Anarşizm, vəhşət yaranar. Bu vəhşət yaranmamalıdır. Bu vəhşətə imkan verilməməli. Siz de düz bir siyasi parti olarak ne diyorsunuz? Siyasi parti olarak hoşlar veririk. Dikkatli olun. Oyunlara gelmeyin. Bazı şuallar sizi qələyana getirmesin. Dikkatli olun. Biz Farslarla, Kürtlərlə, Ermənilərlə, Bəluşlarla davamız yoktur. Bizim davamız yoktur. Onlar tahmin eləsələr belə biz özümüzdən difa eləyəcək tabii. Ama bizim heç kəslə davamız yoktur. Aman aman dikkatli olun ki oyuna gelmiyor. Can Yahya, bu bəhsi qutarırıq İran bəhsini, getiririk federalizmə ki sizin alanınızdır. Ciddi, burada da 26-25 tane sorumuz olacaq. Bəli. Federalizmi necə tərif edirsiniz? Valla İran'da. İran'da İran- necə tərif tabii edirsiniz? aynı. Bu kelime itibariyle federal yani həmbəstəyi bir yerde işlemek, bir hedef için bir tedat, hatta bir futbol zaten de demək olar ki federe işləyirlər bir meydan sahada. Bahəm həmkarlıq edirlər, topu o ona verir, o ona verir. Nəhayət bir hani bir hedefe, bir gola çatmaq için. Federal sistem de odur. İşbirliğidir, həmkarlıqdır, birbirlerine oturup alışveriş içerisinde bir hedefe çatmaktır. Ve bu da zaruret insanlara bile bir şeyi tahmin edir ki həmkarlıq eləyək. Bu İran'da bu milletlerin həmkarlığı ne de biz federalizm diyoruz. Ve bu federalizmde dediğim gibi biraz karşınasıdır, fənli məsələdir. Bunun biçimi necə ola bilər, şekli necə ola bilər, muhtevası necə ola bilər. Bunların hamısını bizim hem programımızda var, hem aynı zamanda dediğim gibi karşınasıdır. Otururlar insanlar, bunun üstünde işlerler. Mümkündür bir şey, bir bəhsi mən açar, bir bəhsi başqası açar. Ama federalizmlə bir neçə zadın çok yakından rabitəsi var. Federalizm demokrasi ilə çox yaxındır. Federal sistemlə demokrasi iç-içədir. Bax, demokrasi İslamiyyətlə bağdaşmır. Bir Müslüman, yani çok İslami kurallarını icraya koyan bir insan demokrasiyle bağdaşmaz. Ama federalizmle federalizmden en büyük hedef budur ki müşariket siyasi olsun. Federalizm sisteminde bu müşariket siyasi çok olar. İndi siz Təbrizin özünde bir tane meclis olsa, meclisin de nümayendeleri Azerbaycan'dan seçilse ve o Azerbaycan'a da o meclisin üzerinden nezaret olunursa, eğer yaxşı işlemeseler hakkı ve silah əzd olunsa, millət tərəfindən əzd, bu təbii yaxşı işlər. Millət də daha da xoşbin olar, müşarikət çoxalar filan bəhman. Federalizm bir yerde İran'da müşariket siyasını çoxaldar ki indi 8 dərsədə inib ağayı Hidayət. 8 dərsədə inibdi. Yani bir federalizm aslında bu İran'ın korunması için de lazımdı. Federalizm bahis olar ki müşariket siyasi çoxalar. Müşariket siyasi ne kadar çoxalsa iktisat canlanar, ticaret canlanar, alışveriş canlanar. Nihayet rifah yükseler. Rifah ictimai, rifah iktisadi, rifah fərhəngi. Bunlar hamısı çoxalar ve bu milletimiz rifah içerisinde yaşar. Ona göre biz federalizmi o mənaya görürük. Tamam. Şimdi İran'da bu şəraitdə ki, indi varıq. Məsələn, ərəbləri görürük, bəluçları görürük, türkləri görürük, qəşqaylı. Bu millətləri görürük ki, çoxlu partiləri istiqlalcıdır. Yəni siyasi güclərin deyək ki, məsələn, %70'i ən azı Güney Azərbaycanı tutanda, %70'i, hətta çoxu, %75'i
istiqlalcıdır. Bu cür bir şəraitdə ki, ərəblərdə daha çoxdur, bəlutçularda da daha çoxdur falan. Bu cür, yəni çoxdur, bilirsiniz bunları. Hı. İranda federalizm imkanı varmı? Bəli. Mən bütün partilərə, bütün o dediğiniz adına pardon siyasi partilərə ehtiram edirəm. Onların düşüncələrini də ehtiram edirəm. Çox da benimsəyirəm. Amma vaqiətləri onların bəziləri görmür veya görmək istəmir. Mən bu şəraitdə İranda bir bölgədə müstəqil bir hərəkətin başaracağına inanmıram. İnanamıram. Hər nə inanıram da inanmıram və inanacaq da deyiləm. Ona görə onlara saygım var, onlara ehtiramım var. Onlara hatta muvaffəqiyyət arzu edirəm. Amma olacaq bir şey deyil. Bir yaxşısı budur ki, biz qədəm bir qədəm, hətta belə addım yavaş yavaş xod muxtarından başlayaq. Yavaş yavaş bu xod muxtarımızı genişlədək, çoxaldaq. Kadrlərimiz yetişə, nəhadhay siyasımız təşkil tapa, əhzab siyasımız təşkil tapa, milletin iradəsini, istəklərimizi sunaq, baxaq görək millət nə istəyir, millət hangisini benimsəyir. Yoxsa tək dava salıb istiqlal deməklə müstəqil bir dövlət yaranmaz. Bir müstəqil bir dövlət yaranması için Cənab-ı Hidayət çox yaxşı diqqət ediyor. Bir sürü ünsürlər birbirinin yanında olması lazım. Yani biz... Yani soru budur ki, federalizm ola bilərmi bu şəraitdə? Bəli, bəli, federalizm şey değil, federalizmin, aslında federalizmin iç daxili işlerinde müstəqil olur. Bunun xarici işleri var, bunun müşterek pulu var, bunun müşterek erteşi var, bunun bir dana pərkəmi var. Bunların hamısı təqribən bir məmləkəti simgəlir. Bir məmləkətdən söz edilir. Ama içeride hani Hindistan kimi, hatta Pakistan kimi də bəzi məntəqələr elə əmələn müstəqil Hindistan'da müstəqil dedi. Zaten dünyanın çok büyük memleketlerinin aşağı yukarı coğrafyası büyük memleketlerin aşağı yukarı hamısı federal sisteminden idare olunur. Çin komünist belə federal sisteminden idare olunur. Rusya federal sisteminden idare olunur. Eyalat-ı Mütəhiddə Amerika, ne bileyim Kanada, Avustralya, bunlar hamısı federaldır ve büyük devletler de bunlar. Afrika Cünubi, Nigeriye, bunlar hamısı federal sisteminden idare olunurlar. İttifakın demokrasiye payidar da federal sisteminden daha kuvvetlenir, daha güçlenir. Hatta irtibatlar çoxalar. Ona göre tabii ben. Hangi federalizmden söz gelir sizin partinin baxışında? Ben dedim bu federalizmin hani etniki coğrafyaydı. Bunu zaman nişan verer. Biz bunun açık koymuşuk. Diyoruz bu üstünde bahs olunlar. Bunun üstünde sohbet olunlar. En münasip şerait yaranar. Karşınaslar tarafından hem siyasi karşınaslar, hem içtimai karşınaslar, hem revanşinası, camişinası karşınasları vesilesiyle bu mətrah olunar. Millete sunurlar. Hangisi millet kabul etse biz de ona boyun eğer. Can Yahya, sizin partinin istediği federalizmin hangi müşəxxəsələri var? Çok yaxşı müşəxxəs dedim axı bizim xoşbəxtliyimiz budur ki, bəlkə siz bu sualı hani bir Bəluçdan eləsiz, bəlkə Bəluç biraz şey olabilir ki, ama biz təcrübə eləmişik. Biz bir milli hükümet kurmuşuk ve milli hükümetimizde de federalizmi, xudmuxtarlığı təcrübələmişik. O təcrübə bizim hələ də karnamamızda var. O bizim beslə geçmişimizdə var. O bizim təşkilatımızda var. Və o sənədlənib, o mədrəklənib, o arşivimizdə var. O arşivi açarıq və o arşivi eynən icra edərik. Tabii ki onu güncəlləşdirmək şərtilə bu günün şəraitinə uyaraq onu icra edərik. Amma müşəxxəsələri nədir? Müşəxxəsələri budur ki, birinci zadımız budur ki, müşarikət siyasi çoxalmalıdır. Bu müşarikət siyasi hangi biçimdə çoxalar?
İkincisi budur ki biz Azerbaycan Türk olarak hüviyetimiz dilimizdir. Bu dilimizi boyunduruluk altından kurtarmak. Müstakil bir dilimizi icraya koymak. Üçüncüsü sənəti şərait yolumuzu açmaq. Dördüncüsü budur Keşaverzi sənətimizi hətta sənətləşdirək Keşaverzimizi. Beşinci budur ki bizim yeraltı mədənlərimiz çoxdur. Bu yeraltı mədənlərimizi fəaliyyət edək. Altıncısı budur ki dedim hey bunu tekrarlayıram. Ay daydım orada varam siz yorulmayasınız. Muhit zistimizi dubara hem müşəxəs edək, hem muhit zistimizin qorunması için elimizden geleni çalışaq. Yedincisi budur ki məntəqələrimizdə böyük xətərli bəzi hadisələr olur. Urmiye Gölü'nün kurtarılması için, Urmiye Gölü'nün necatı için mesela Fatla demişti. Ona elimizde gelen işleri hem mesela teknik işlerini hem müdiriyyətini dubara əncam verək. Ondan 8-ci budur ki, çok təbiidir ki bizim karigerlərimiz o izdə bu izdə var. İmkan sağlayaq ki hətta onlar bəzi bir miqdar az da olsa o zatlarından, ənbaşdilerindən veya o pəsəndazlarından eləyə bilsinlər, Azərbaycana göndərsinlər, Azərbaycanda sənaye canlansın, sərmayəguzarlıq çoxalsın. 9-cu budur ki biz danışqahlarımızı, mədrəsələrimizi güncəlləşdirək. Yəni danışqahlarımızda, hətta mədrəsələrimizdə, bütün mədrəsələrimizdə kompüterizə eləyək mədrəsələrimizi. Uşaqlarımız birlikdə bərabərlikdə oxusunlar. Qızlarımızla oğlanlarımız arasında fərq yoxdur. Hamısı eyni məktəbə gedib, eyni imkanlardan faydalanmalıdır. 10-cu bərnaməmiz budur ki, arvad, kişi ayrımı olmaz. Necə qızla oğlan ayrımı yoxsa, kişi ilə arvad arasında bir ayrım yoxdur. İkisi də eyni hüquqa sahibdir. Hətta ikisi də mədəni qanunu bütünü ilə dəyişdirməli yox. Bizim milli hükümette olduğu kimi mədəni qanunu kollan dəyişdirməli yox. Yəni mədəni qanunun dəyişməsi yani mənə. Yəni haqq ezanət. Haqq ezanət İslam qanununa göre kişiye verilir. Kişi olmasa kişinin dedesine verilir. Bu arvada haksızlıktır. Bu arvada zulmüdür. Apartheiddir. Bu nizamı qutarak. Axı bu o kadar çoxdur ki, Hidayət. Bunu mən saysam siz hövsəniz gedər. Ne bileyim Tamam, bunun yanında kuda kəmsəri deyirlər. 11-12 yaşında ne yazık ki Erdebil mahallinde de çok olmuş. 11-12 yaşında kızlarımıza ərə verirlər. Buna son verək. 11-18 yaşından balaca uşaq sayılır. Onun hakkı yoktur izdivac eləsin. Onun hakkı budur ki özü təyin eləsin. Həm ərini təyin eləsin, ərdə arvadını təyin eləsin və 18 yaşından çok 10-cu 15-ci budur ki iş sağlayaq. İş sahası o kadar genişləsin ki fərz edək Azərbaycanlı cavan məcbur olmasın ki Azərbaycanı tərk edib ayrı yerlərə getsin. Siz bunu ha belə say əldə edəcək. Bunlar əslində hökumətin işləridir. Federalizmin müşəxxəsələri deyil. Necə Yəni bir dənə hakimiyyətin işidir. Qanuni mədənini değiştirin, qızlar evlənsin, arvadlarla kişilər bir haqqı sahib olsunlar. Bunlar hamısı ya iş çoxalsın, sərmayə gəlsin. Bunlar hər cürə bir şeyin, hakimiyyətin vəzifələridir. Hakimiyyətdən mənzuruz hakimiyyətə federalizm Dövlət yəni hər cürə dövlətin fərz edəməz ki, federal olmasa da bu işi görəcək. Federal olmasa da bu işi görəcək. Amma federalizmin bir müşəxxəsələri olmalıdır ki, onu istiqlaldan ayrı məsələ. Hayır, federal devlet olmasa görmür. Merkezi hükümet görmür. İran'da bu işler görülmür. Merkezi hükümetten danışmırıq. Mesela istiqlalçılar da hemen sözləri deyirlər. Amma istiqlalın bir dənə müşəxxəsəsi var. O da budur ki, deyir İrandan gərək ayrılaq, müstəqil dövlətimiz, müstəqil hakimiyyətimiz olsun. Ondan sonra o dedikləri bərnamədir. O hakimiyyətin içində, o şeyin içində amma federalizmin ayrı müşəxxəsələri olmalıdır. Mesela parlament olmalıdır. Mesela Cenab-ı Hidayət,
Parlaman olmadan belə təslimlər tutula bilər. Bəllidir ki, parlaman olacaq, seçimlər olacaq hər şeydən qabaq. Federal dövlətin intihabatı olar, seçkiləri olar, Tamam. parlamanı olar. Bunlar Daha- hamısı federal dövlət. Dedim sizə, biz bunu azmayış eləmişik, test eləmişik, təcrübə eləmişik. Tamam, Mən tamam. deyim, məsələn, İndi filan ondan gün sonra biri oldu, filan gün. məsələn bir dənə gözəl təcrübəz var idi. Qoşun və fədai dəstələri. Amma indi məsələn buna elə bu lazım idi məsələn. Federal. Bax, qoşun fədai dəstələri vacibidir. Çünki fədai dəstələri mesela intizamatı, nəzmi, əmniyyəti təmin eləmək üçündür. Bəllidir, bu federal dövlətə bağlıdır, dövlətə bağlıdır. Çünki vəzarət keşvərə bağlıdır fədai dəstələri. Qoşun məsələsi o ayrıdır. Geçən bərnamədə də xidmətçisə dedim ki, qoşunu biz istəmədik qoşunu təşkil verək. Tehran bizə təhmil elədi qoşunu. Ağay həkim ləşkər göndərdi Təbrizada. Təbrizə göndərdi ki, bizi yox eləsin, nabud eləsin. Ki, Qəzvində Şurəvi niruları qabağını tutdular, qoymadılar gəlsinlər və yeni gəlib elə başımızı qovladığımız için bizi öldürəcəkdilər. Qoymadılar, sağ olsunlar. Tamam. İranda özlərin üstün görən və qüdrəti əldə tutan farslar və farsçılıq federalizmə necə yanaşır? Siz indi əgər iştibah eləməsəm, siz bu İrani federal dedikləri təşkilatda da gedirsiniz, gəlirsiniz. Elə bir iştibah eləməsəm belə bir şey var. Burada farslardan, pan-farslardan var mı? Bax, necə pan-fars varsa, pan-türk də var, pan-ərəb də var. Biz panlarla işimiz yoxdur. Hər qrupda pan var. Biz onlarla, mən demirəm bunlara qarşıyam. Onlar da fikirlərini desinlər azadəni. Biz panlarla işimiz yoxdur. Nə biz pan-farsistlə işimiz var, nə pan-türkizmlə işimiz var, nə pan-ərəbizmlə. Bizim hədəfimiz İranda o birisi millətlərlə federal bir sistem qurup bu federal sistem içərisində öz sərnişini təyin. Mənim də sualım cənab Yahya'yı budur ki, əcəba orada farslardan var mı? Farsları nümayəndəlik edən təşkilatlar var ki, federalist deyələr. Bilmirəm, xəbərim yoxdur, ola bilər. Mən görməmişəm. Amma ola bilər, bəzi fars roşanfikirləri vardı ki, onlar da federalda. Hətta mən qədəmimi biraz qabağa atım. Ağay Rezai da, Muhsin Rezai da neçə dəfə federalizmdə söhbət edib. O deyib federalizm... Muhsin Rezai fars deyil. Muhsin Rezai fars deyil. Hər nəmələrdir. Mənzur o da zatlardan söhbət edib. Yəni mənzur ola bilər ki, farslardan da... Onlar bir də fərd dedilər. Fərd başqa bir şeydir. Məsələn, mən ola bilər federalist olam ya istiqlalçı olam. Amma mən fərdəm. Yəni, təşkilat bir başqa bir şey. O adım məntəqəyi dedi. O məntəqəyidən deyir. Deyir, İran 5 məntəqəyə bölünə bilər. 5 dənə iqtisadi federal məntəqə olar. Biri-birindən alışveriş hikayəsinə girərlər, biri-birindən bərzişir, fəaliyyət edirlər filan bəxman belə söhbətləri deyir. Mən farsların da içərisində ola bilər ki, tərəfdarlarının federal az deyil. Ola bilər ki, çox ola bilər. Amma niyə oturub danışdığımız olub, onların tərəfindən də olublar ki, farsdilər, amma bu fikrin tərəfdarıdırlar, vardılar, bəli, bəli. Farslığın cürbəcür qanatlarının düşüncələri federalizmə nədir? Dedim, onların bəstəciliyi var, onların nümayəndələri var. Milli məzhəbi var, Məhsətə Azadi var, Mücahidin var, Tudə var, ondan sonra, yəni bu cür içəridə islah tələblər var, mühafizəkarlar var, paslarlar var, ittilaat var və var ki var. Valla bunların bəziləri ilə bunlar dediğiniz, saydığınız bu bir qrup, böyük qrupların, bunların içərisində həm tərəfdarı federalizm var. Çünki bunların öz içində də fas deyirlər ki, bunların mütəşəkkil olublar o birisi millətlərdən. Bunların içində yine tərəfdarı federalizm var. Məsələn, bəziləri o milli məzhəblər hələ buna inanırlar ki, biləxərə bu camiəni İslam quralları, İslam qanunları qutarar. Amma onların bir qismində indi ayrılıb deyir, xeyr, gerək sekularizmi hakim eləyək. Mücahidlərin içərisində elə, mücahidlərin hələ buna inanırlar ki,
Cumhuri İslami bedun mallah. Malladar olmadan Cumhur İslami kanunlara icra olunsa insanlar xoşbəxt olar. Bunlar yani hərəsi öz siyasetin qabağı aparırlar. Ama Yox, işlerinde istəmirəm taraftarı federalizmə necə baxırlar? Yəni siyasətlərin bir yox. Elbette yani besteciliği var onun paygahı iktisadisine, paygahı siyasisine, paygahı içtimaisine ona bağlıdır. Onların ferd danışanda bir cürdülər, siyasetleri ayrı cürdür. Fərzən mücahidlər mən fikirləmirəm ki, tərəfdarı federalizm olsunlar. Milli mezheplerden vardı ki taraftarı federalizmidir. Ama umumen onlar ki İslami fikre sahiptiler. Onlar zaten biliyorsunuz siz özünüz de bu işte karşılaşsınız. Biliyorsunuz ki onlar İslam'da ayrımcılık yoktu. İslam'da zaten İslam'ın hükümeti, siyasi hükümeti apayrıydı. Onlar deyirlər İslamı kurarlar, hakim olar. Beraber İhvan-ı Müslim'in zatta iş başına gelende Muhammed Mursi yadımdadır. Ben şahsen gördüm yani televizyonda gösterdiler. Kur'an'ı aldı eline dedi bu günden sonra bizim kanun esasımız bu Kur'an'dı. Bu Kur'an bizim kanun esasımızdı. Her şey bütün kanunlar yok olmalıdır. Yani dediğim gibi onların bazı zihniyetleri farklıdır. Onlardan biz hansı necə düşünür hamısını şey diyemez ki necə fikirləşirlər. Ama bizim nəzərimizdə Yox, yəni sizin partinizdə məsələn fərz eləyək ki, 5 dənə türk var, 5 dənə ərəb var, 5 dənə bəluç var, 5 dənə fars var, 5 dənə kürt var. Məsələn deyək. Bunda əksəriyyət yox farslar, türklərlə, deyək əksəriyyət türklərlə. Və amma sizin parti çox türklər üçündür. Yoxsa məsələn üçün indi orada fars var, digər farslar da. Ya fars təşkilatıdır. Fars təşkilatıdır, sizin təşkilat ya Türk orada fars olsa da, Türk olsa da, Ərəb olsa da şeydir, Türk təşkilatıdır. Nədir? Bak Cenab-ı Hak zaten bizim adı üstündedir. Bu lokal bir partidir. Fərqi Demokrat Azərbaycan. Azərbaycanda yaşayan hakim dil Türkçe dildir. Gerçi bizim icbari dilimiz Farsıdır. Ama hakim dil Türkçedir. Ama bu demek değil ki Azerbaycan'da yaşayanlar bizim haklarımıza sahip değiller. Onlar da eynen bizim kimi eyni hakkı, hukuka sahiptiler. Ama çok bellidir. Çünkü Fərqi Demokrat Azerbaycan'dır. Farz edilək ki, dil meselesinde çok Türkçedir. Hatta bizim mekteplerimiz de Türkçedir. Ama bu demek değil ki orada ayrı mektepler ayrı dillerde olmayacak. Yok. Sualı bilirsiniz niye bu sualı soruştum. Bu sualı buna göre soruştum. Siz işaret buyurdunuz ki mesela filan təşkilatda türklər də var. Farsların təşkilatında türklər də var. Onu istəyirəm soruşum ki, bir dənə bəxti məsələn sizin təşkilat Azərbaycancıdır. Əgər bir fars üzvü olsa, Azərbaycan təşkilatıdır. Yəni özün gərək Azərbaycan təşkilatına və bunun siyasətlərinə mülzəm bilə, mütəəhhid bilə. Əgər məsələn Azərbaycan təşkilatına girə, amma deyək ki, mən məsələn Ərəb təşkilatıyam, Azərbaycan təşkilatının içində bu cür gələr mi? Gəlməz. Gələr. Bizim öz Fərqədə çok sayıda Fars var. Fars'tılar ama Azerbaycan, Fərqi Demokrat Azerbaycan'a inanırlar. Tamam. Ama Fars təşkilatı üzvü deyirlər ki, onlar Azərbaycanın siyasi təşkilatı üzvüdülər və Azərbaycan, Fərqi Demokrat Azərbaycanın siyasetini benimseyiblər, kabul ediblər, əsasnaməni kabul ediblər, məramnaməni kabul ediblər, işləyirlər. Hətta mən sizə bu barədə biraz daha ayrı məlumat verim. Onlar əslində sizin partiyə üzv olmaqla məsələn Nehzət-i Azadi'nin qabağında durur. Əgər siz məsələn Nehzət-i Azadi ya Nehzət-i məsələn deyək Farsların hər hansı bir təşkilatı desələr ki, Azərbaycanda biz məsələn federal istəmirik, Azərbaycan öz dilində dərs oxumasın, onlar sizin yanınızda dururlar. Onlar Farsların yanında durmurlar. Hayır, bizim yanımızda dururlar. Hatta bizim yanımızda dururlar. Hiç 1324'te Azərbaycan mübarizəsində və nizami mübarizəsində bir tədad Fars əfsərlər də gəldiler, qatıldılar qoşun milliyə və mübarizə elədilər Tehranla.
Bu partiyan öldüler, Yəni, şəhid mən də oldular. onu istəyirəm ərz edirəm. Yəni istirdim bunu yetirəm Bəli. ki, bir təşkilatda olmaq bu mənaya deyil ki, o təşkilata qarşıdır. Bəlkə o təşkilatın Müşəbbiğidir. əsasnaməsini qəbul edir, özün Bəli. o təşkilatın üzvü görür. O təşkilatın Kamilən. siyasətinə özün. Bəli. Yəni Bəli. ola bilər bir də o Bəli. Türk getsin, məsələn, mücahid olsun. Bəli. Ola bilər getsin bir dənə Türk, məsələn, komilənin üzvü olsun. O Təbii, Azərbaycandan yox. difa eləmir. O komiləyə üzv olanda komilənin Bəli. ki, Kürt Bəli. təşkilatıdır. Bəli. Məsələn bu şeydə Torontoda bir dənə bizim ustad danışıqlarımız var. Şeydir, Türkdür. Bu hamı məsələn komilənin üzvüdür. Ya demokratı, bunların birinin üzvüdür. İsveç Demokratik Kurdistanı, İran. Bunun üzvüdür. Məsələn onu tikə-tikə kəsəsiz, o sözünün sonunda deyəcək ki, haqq Kürdünəndir. Bəli. Türkün haqqı yoxdur. Yəni Bəli. o Bəli, bunu Azərbaycanda olmağa ona məşruiyyət vermir. Çünki Kürdləri, Kürt təşkilatında həttəmən türkləri orada nümayəndəlik edir. Yox. Orada elə türk olsa da türklərə xəyanət deyəlim eləyir. Beləsi demək olur. Zehnində nə varsa onu icra edir. Bəli, Məncə onun zehnində mənim baxışımdan xəyanət hesab olur, onun baxışından xidmət. onun baxışından xidmət, mənim də baxışımdan deyirəm, onun ixtiyarı var, özü nə təyin edirsə eləsin. Tabii ki. Azadlıqdır. Tamam. O can döktür. Məşrutə islahatından mən inqilab bilmirəm, siz bəlkə inqilab bilirsiniz. Ona görə mən burada islahat istəyirəm. Amma siz istərsiniz o cürsə inqilab bilirsiniz. Məşrutə islahatından və reformalarından bu günədək farslar tüm yazılı və sözlü müqavilələrin ayaqları altına almışlar. Millətlərlə, ərəblərlə, Azərbaycan hakimiyyəti ilə, Şeyx Məhəmmədlə ya Pişəvəri ilə olan yazıları, yazılı və şəfahi. Acaba farslara güvənmək olar gələcəkdə? Orada biraz açmaq lazımdır. 1285'te İnqilab Məşrutə, siz deyirsiniz, İslahat Məşrutə. Əslində ikisi də düzdür. Həm İslahat Məşrutə deyilə bilər, həm zaten Türkiyədə də İslahat adını qoyublar, qoymublar İnqilab. Özünü də o məqsədə cümbüşdür adı. Cənab Yahyay, özü də məşrutə, məsələn, Xumeyninin inqilabına elə inqilab deyiblər. Əvvəldən inqilab deyiblər, bu günəcədə inqilab deyiblər. Mən də elə danışanda deyirəm inqilab. Bəziləri çalışırlar, deyirlər şurişdir filandır. Tazalıqda. Amma məşrutənin özünə ya əvvəldən deyiblər ki, Cönbeşi məşrutə, inqilab deyiblər. Cönbeşi məşrutə ki, axırda biləxərə çox şeyi dəyişdirdi, qanun əsasını təhmil elədi. Biləxərə Cönbeş başlar nəticə verəndə o nəticəyə baxarlar. Ki bu nəticə nəticə islahat ya nəticə inqilabıdır filan. Ondan sonra Cənab Yahyayın səsi qət oldu. İnternetin gözləyək gəlsin dostlar. Taxtar siyasi İran mulukut təbayidir. Cənab Yahyayı səsiz kəsilmişdi. Bir də onu əvvəldən 1285'te saxtar siyasi İran mulukut təbayidir. Yəni der vaxtı indiki gözlə baxmıyor. Yəni indi bir bütünlük var. İndi bir biləxərə iqtisadi göstərdə var. Hər tərəfi öz qapsayıb, öz alanını alıb. O vaxt belə deyildi. O vaxt əslində iki millət demək olar yaşayırdı. Yəni həm siyasətdə aktiv idi, həm də mesela müdiriyyətdə aktiv idi. Bunlar Türklər də biraz farslardı. Hətta Türklər farslardan da qüvvətliydi. Təbriz siyasi cəhətdən Tehrandan daha qüvvətliydi. Neçə dəfə dedim xidmətçilərə ki, eşikdən gələn diplomatlar öncə Təbrizə gedərdilər. Təbrizdən sonra Tehrana geçərdilər. Yəni Təbriz Darüssəltənə idi. Təbriz qüdrətliydi, qüvvətliydi. Yəni 1385'te siz ayrı, məsələn Sistan Bəluçistanda belə vəziyyət yoxdur. Bəlkə onların tarixi şəraitdə bəzi imkanları olubdur. Bəli 1285'te belə bir şərait elə bir Azərbaycandır, bir Tehrandır.
Tehranda da ki bilirsiniz elə o vaxtda həm vəzirlərin bir çoxu, həm müdirlərin bir çoxu elə ki, Azərbaycanlı idilər, türk idilər. Və Azərbaycan da özünə görə bir qüdrət siyasi idi, həm qüdrət iqtisadi idi, həm qüdrət siyasi. Ona görə o zamanla indiki şəraiti şey eləməyək, yəni qarışdırmayaq. O zaman zaten yazma oxuma oranı neçə idi, neçə dərsədidir ki, neçə dərsəd yazma oxuma oranı var idi. Qaldı ki, Farsi dili o vaxtdan mütədavil olmayıb. Ondan qabaqdan da elə Farsi dili mütədavil idi. Türkmençay anlaşması Cavab Yahya'yı sorum getdik eşiyə o oradan qeytərim sizi cənabınızı soruya. O da budur. Dedik ki, yəni məşrutədən bu günə qədər nə mənə rəsmi müqavilələr millətlərin arasında olub farslarla, mərkəzinə hamısını ayaqları altına qoyublar. Məsələn, Şeyx Həzəli aparıblar, öldürüblər, Pişəvərini öldürüblər, Xiyabanini öldürüblər, Bəluslarınkini öldürüblər, Kürdlərinkin təbid ediblər, çətin günə salıblar, zindana salıblar, ərz edeyim xidmətinizə, Türkmenlərin başına çox oyun gəlibdi. Yəni bu zamanlarda 3 dəfə fikrim orada qətliam olubdu. Yəni bu vəziyyətlə, bu sabiqə ilə o millətin, mərkəzdə olan millətin onlara güvənə bilərmisiniz gələn zamanlarda? Biləxərə mərkəzi nəhayət güclər təyin edər şəraiti. Güclər təyin edər. Biz güclü olsuq, qüvvətli olsuq, Tehran bizi aldatamaz. Tehran bizim haqqımızı, hüququmuzu da əlimizdən alanmaz. O imza atdığı müqaviləni də yox saymaz. Hətta hani axırda bilirsiniz ki 23 Zadda, Xordadda, 23 Fərvərdində fikirmiyə Xordadda bilmirəm yadımdan çıxıb. O vaxt bir şey imzalandı 25'te. Ağay Pişəvəri ilə Muzaffər Firuz arasında. Muzaffər Firuz axıracan buna inanırdı ki, hətta xatıratını yazıb Parisdə xanımı çap edib. O ki, özü çoxdan rəhmətə gedib. O da yazır ki, xatıratında mən buna inanırdım ki, Qəvam doğrudan inanırdı Azərbaycanın desila haqqına. Yəni istedi ki, Azərbaycan hərəkəti doğrudan ayaq tutsun. Amma şah buna razı olmadı və şahı da himayət edənlər qoymadı. Onlar nə etdilər falan. Mən bunu bilmirəm nə qədər düzdür, nə qədər qələtdir. Bax, nəhayət bunu inandırım sizə ki, güclər təyin edər. Yəni əgər fərz edək ki, mərkəzi qüdrət istəməz ki, o hakimiyyətinin qüdrətini əldən versin. O təbiidir ki, istəyir ki, hakimiyyətini sürdürsün. Mənlə bağladığı müqaviləni də imzaladığı o imzanın altına vursun. Bu bəllidir ki, o işi görəcək. Amma məndə qüdrət nə qədər vardır ki, qoymayan bu iş qabağa gitsin. Siz indi o tərəfdən də cavab Yahya'yı siz indi o tərəfdən də deyirsiniz biz qoşun dahi istəmirik. Ya bu deməkdir ki, yəni o hər zaman istərsə qoşun onun ixtiyarında gəlib eləyə bilər, tamam müqavilələri vura bir-birinə gələr. Mən elə görmürəm məsələni. O qoşunda biləxərə bizim də səhvimiz var. O qoşunun böyük bir qismi, hələ ərtəşin böyük qismi hələ də türklərdən mütəşəkkildir. Səttarxanın damadı gəlib bizi şey eləmədi mi? Dağıtmadı, Fırqəni öldürən onlar değildi. O zaman bizim özümüzdə məsələ varsa, biz artıq o bizim öz məsələmizdir. Biz onları həll eləyək əvvəl. Biz Tehranla düşmənçilikdən çox öz aramızdakı düşmənçiliyi azaltmalıyıq, yox eləməliyik, inandırmalıyıq. Əgər hani Səttarxanın damadı inanmalıdır bizim haqqımıza, hüququmuza. İndi əgər biz ona inandıramamışıq bu günə qədər, o bizim də artıq zəfimizdir. Biz onları beynən aparmalıyıq. Ordular siyasi olmaq haqqıları yoxdur. Üstdən fərman gələr, aşağıdan icra elərlər. İndi siz nə qədər danışasınız? Bəli, Hizb-i Tudənin bir neçə əfsəri var idi ki, Hizb-i Tudəyə inanmışdılar. Hamısı da tutuldu, edam oldu. Ya zindana düşdülər. Amma indi məsələ budur ki, heç bir ordu haqqı yoxdur ki, siyasətin başında olan adamdan qeyridən fərman alsın. Yəni bu biz də olsaq bu cürdür. Əgər Azərbaycan
İstəyə Burada ben ordusu olmaya, bir şey amma işare istəyə ki edeyim. İranın ya Farsların idarə elədiyi bir ordudan özünə bir pay çıxa, bu biraz xam baxmaq deyilmi? Hayır, ham bakmak değil. Hatta ben sizin dediğinize biraz da itiraz ediyorum. Çünkü İran'da hele bir hafta olmuyor. Bir hafta bundan qabaq Ağay Yahya Rahim Səfəvi dedi ki, İranın saftarı siyasisini siz bilmirsiniz. İran'da üç kuvve yoktu. İran'da bir de dördüncü kuvve var. O dördüncü kuvve nizami liderlerdi. Yani İran'da kuvve dördüncü kuvve var nizami. Yani İran'da siz fikirləmin ki, ordu siyasete katılmaz. Ordu siyasetin içindedir. Ordu devleti saye teşkil verir İran'da. Siz nece bunu görürsünüz ki ordu teşkil vermez? Ordu siyasetin içindedir. Böyle bir şey mi olar? Meğer indi Sipahi Pastaran, Yəni Sipahi Pasdaran bu gün icazə verər. Məsələn, Sipahi Pasdaranda hələ ərteşdə demirəm. Sipahi Pasdarında olan Kürdlər, Sipahi Pasdarında olan Ərəblər, Sipahi Pasdarında olan Bəlüçlər, Sipahi Pasdarında olan Türkmenlər ayrı-ayrı hər kəsin öz millətinin tərəfindən bu inanç meselesi daha iyi hidayet. Parçalanma sürecinde çok şeyler değişir. Parçalanma sürecinde o milletvekilleri var ya and içirlər Tehran meclisinde ki and içirib biz Vəli Fəqih'in emrinde olaq. Onlar da değişir. Her şey değişebilir. O indi o insicam, münsəcim dövlət çərçivəsində bəli. Ama zəfə uğrayan dövlət çərçivəsində bunlar hamısı değişir. Hatta səhv değiştirirlər. Yani dünən həm deyən, indi bugün yox deyər. Bugün yox deyən sabah həm deyər. Yani bu mən də onu siyasətdə deyirəm. bu Cavab Yahya, mənim də sözüm odur ki, əgər Rıza Şah zəif idi, Məhəmməd Rıza Şah zəif idi, qəbul edirdi. Elə ki gördü ordu güclüdür, sözünə də baxır, gəldi Azərbaycanı vurdu, əzdi getdi. 25 min nəfər. yok, ben tek onun Muhammed Rıza'nın tek stadı değil orada. Orada harici güçler de vardı. Onu siz ayrı yerlerden de bakarsınız. Kabam zaten Hüseyin Ali'ye deyir ki Sazılar Milli Muttəhiddə biz anlaştık. Azerbaycan meselesi de hallolur. Siz davanı çekin. Rusiya Şuravi koşunları da İran'dan çıkır. Mesela Vezir Umur Hariciye'nin dəsturunu Hüseyin Əla nümayəndə İran icra eləmir. Ay Qəvamın da əmrini icra eləmir. Qəvam nüfuz vəzirdir. Hüseyin Əla davanı çəkmir. Yəni hələ də o davanı Sazman Milli Muttəhiddə saxlayır. Yəni mənzur ki, bəzi moğa bəzi şeylər hesablandığı kimi qabağa getməz. O vaxt ayrı məsələlər də var idi. Hətta böyük hadisələr var idi. Bilmirəm, Amerikanın vəzir müxaricəsi, hətta reis cumhuru təhdid mahiyyətində bəzi şeylər dedi filan. Nələr oldu, hətta dedi biz bilirsiniz ki Japonda filan şey elədik. Eyni bəla bilmirəm, filan yerdə də başına gələr. Bunlar xarici siyasette de biraz bir təsir değildi. Yani İran hükümeti hələ ki Şahın üstə baxsaq, yəni üstündə baxsaq mən suala cavab istəyirəm ki, Güney Azərbaycan Şeyx Məhəmməd Xiyabaninin təcrübəsini yaşamış, Pişəvərinin təcrübəsini yaşamış və bir dənə də Ustvanın təcrübəsini yaşanıbdır. O da bir kodutuya qalxıbdır. O da qətlam olub özü ilə nəfəratı. Belə bir vəziyyəti keçirtmişik. Ən azından şəriət mədarını da keçirtmişik başımızdan, milli hərəkatı da indi keçirdirik başımızdan. İndi bu günləri 33-cü gündür ki, 34-cü gündür ki, 20 neçə nəfər Güney Azərbaycanlı aclıq aksiyasındadılar. Qanun da var, qərardatlar da yazılıb, amma Farslar vururlar altına. Siz fikirsiz gələcəkdə Farslara etimad eləmək olar, sorun budur. Və biləm, bizimlə Farslar arasında bir qərardat yoxdur. Belə bir qərardat da bağlanmayıb. Heç, yəni İranı Farslar, Türklər deyil. Yəni İran hüküməti İranı bir bütün görür. Bir millət görür.
Zaten milletleri kabul edenler. Yani İran'ı bir millet görür. Bir kanun esası var. Bir kanun medenisi var. Bir kanun cezası var. Bir niru müselləhi var. Bir niru entezamatı var. Bunların hamısını birlikte gördüler. Yani uniter bir devlet gördü Cumhuriyet İslami. Hem Cumhuriyet İslami hem Şah. Ona göre bizimle herhangi bir karardat bağlanmayıb. Tek karardat ki siz deyirsiniz, elə 1325'te Fərvərdin ayının 19'unda başladı. Müzakirə Tehran ilə Təbriz arasında və onlar da 15-ci maddənin imzalandığı halde mütəəssifanə icra eləmədilər. Zaten erteş girenden sonra kənnəm yakun elan elədi o 15 maddəni. Dedi ki, belə bir şey yoktu. Kənnəm yakun, yani yok belə bir şey, hiç kabul eləmirik. Ona göre biz yani o birisi milletlerin merkezi hükümet arasında bir karardat yok ki siz karardada tez işaret ediyorsunuz. Tamam. Herhangi bir karardat bağlanmayın. Federal sistemdə, sizin inandığınız federal sistemdə Azərbaycanın sərhədləri necə təyin olacaq? Azerbaycan'ın sərhədləri zaten coğrafiyada var. Onlar da ne dedim karı karşınasıdır. O benim istediğimden olmaz. Karşınaslar koyarlar meseleni ortaya ve teşhis verirler ki hara Azerbaycan de, hardan hara Kürdistan de, hardan hara bilmem ayrı memleket. Böyle Azerbaycan'ın merzi yoktu siz dediğiniz gibi. Çünkü ben Azerbaycan'ın geçen programda da dedim. Şiraz'da yaşayan bir Türkiye gözünü Azerbaycan'ı hisselese Şiraz'dır Azerbaycan'dır. Veya Tehran'da yaşayan bir Türkiye gözünü Türk hisselese o dil Azerbaycan'dır. Şərəcdə, Məşəddə, Qumda filan o izdə bu. Bunların adlarını çəkirəm çünkü bilirəm ki bunlarda çok sayıda Türk yaşayır. Ona göre bunların adını bilirəm. Ona göre elə mərz... Cavab, sizin İrani federalda Türklerin ve Azerbaycanlıların Türk dünyası ile ilgisini necə tərif edirsiniz? Geçen programda da üstünde değindik bunun. Çok bellidir. Bizim dil birliğimiz var. Kültür birliğimiz var. Yakınlıklarımız var. Hissi yakınlıklarımız var. Çok bellidir. Türk dünyasına özümüzü yakın hissediyoruz. Ama onların bir parçası hisselemiyoruz biz özümüzü. Biz onların bir parçası değiliz. Hiç olmak da istemiyoruz. Tamam. Belki biz o kadar. Federal sistemdə az nüfuslu toplumlar ve toplulukların alın yazıların kim yazacaq? Özleri. Özleri hak hukukuna sahiptiler. Bizim yine siz o bernameye baksınız. Milli hükümet içerisinde hatta karar boyundaki klaslar koyulsun. Təbrizdə olan karimendler, fastılar Türkiye dilini öyrəşsinlər. Klas hatta o getdikləri klasa getdikləri saat de iş sayılsın. İş saatleri sayılsın. Yani bu kadar. Kürtlər öz məktəblərini açacaqdılar. Yani belki bu azadlıktı. O böyle bir şey yoktu yani. Her şey bizim değil. Onların da hakkı vardı. Hele bu teknoloji indiki vardı aidiyet. Bu çok rahatlıkla bu meselenin halleder. Ben. Tamam. Federal sistemdə farslardan hangi hukuki icrai təzminləri almaq olar ki, zorları çatan zaman yenə də federal sistemi dağıtmasınlar? Aslında biz Faslarla işimiz yoktu. Faslardan ne tezmin olacak biz? Hiçbir tezmin. Fas. Qudrət mərkəzi onların əlində. Siz onlarla tərəfsiz. İstəmirsiniz. Kudretin merkeziyet bizde hissemiz var. Kudretin merkezde bizim de sahmimiz var. Biz öz daxili meselemiz özümüz içimizdedir. Ama kudretin merkezinde de bizim sahmimiz var. Milletimizin mizanında bizim de orada hissemiz var. Təsmim nəhai, məsələn Vəzarət Umur Xariciyyədə. Biz də təsmim görürük. Banki mərkəzdə biz də təsmim görürük. Ərteşdə biz də təsmim görürük. Yəni belə deyir ki, biz oranı bölürük. Biz orada oturacaq. Siz Tehranda nə ediyorsunuz? Belə bir şey yoxdur. Əgər mərkəzi orada hətta bax Fars bölgəsi də özünə bir ayrı federaldır. Ama bir de Amerika sistemi kimi. Amerika'da bir tane hükümeti federal var. Bir de eyaletler var.
Bizdə eyalətlər var. Tehran özü bir eyalət sayıla bilər. Amma mərkəzdə olan federal hökumət bütün millətlərdən mütəşəkkil olacaq. Ay Can Yahya, yəni bilirsiniz mən burasını düşünə bilmirəm ki, təcrübə bizi göstərir ki, Farslar əlan hökumət mərkəzidə güc onların əlindədir. Bəli. Və hər kəs onlarla işləyibdir. Onlar türkçü deyirlər. Onlar İrancıdılar. Türkdülər amma İrancıdır. Hətta farsçıdırlar. Yəni pan-farslılar. Onlar farslığı çox müdafiə edirlər ta farslılar özləri. Məsələn siz tarixdə baxın. Çox dəlili var. Xatırlayın ki, mərkəzi hökumət, İran hökuməti münsəcim qudrətin mərkəziyə bağlı bir hökumətdir. Dövlətin mən də bunu deyirəm. Mən də deyirəm, əgər sizin federalizm, əgər siz qurduğunuz federal bir gün zəiflərsə, yəni siz zəiflərsiniz, sizin ordunuz yoxdur, qoşunuz yoxdur, qoşunu onun əlindədir. İndi onun əlindədir. O sabahları bölə bilər. O sabahları toplada bilər. Federalizmi təşxis verəməmişsiniz. Federalizmi yaxşı başa düşməmişsiniz. Kimin qoşunu? Kimin qoşunu? Yəni mərkəz deyə bir qoşun yox. Federal sistemdə. Federal sistemdə mərkəz deyə bir qoşun yox. Bir qoşun var, mütəşəkkildir federallardan. Hər federal öz səhmi qədər ərtəşi mərkəzdə qudrəti var. Təsmimgirisi var, qudrəti təsmimgirisi var. Farsların da qudrəti təsmimgirisi mənim qədərdir ki, mən Azərbaycandan gedirəm. Yəni hökumətin mərkəzinin özünün ayrı bir nirusu yoxdur. Belə bir niru yoxdur. Can Yahya, yadınızda da bir sual soruşdum sizin. Federalizmin müşəxxəsələri nədir? Bəli. Orada bunları buyursaydınız mən belə şeye düşməzdim yəni. Orada bir zəmin hazırlanmadı. İttifaqın gözəldir. Federal sistemdə mərkəzi hökumətin özünə bir qudrəti yoxdur ki. Farslar da mənim qədər federal hökumətdə səhmi var. Ərəblərin də səhmi var, Bəluşların da səhmi var, Kürdlərin də səhmi var. Ərtəş ki mütəşəkkildir bizim mərzilərimizi qorusun. Yəni bu İran deyilən bu çərçivəni qorusun. Mütəşəkkildir bizim hamımızda. Fərmandeyisi bizə bölünəcək, müdiriyyəti bölünəcək. Bax, belə bir şey yoxdur ki. Tamam. Teşekkürler. Çoğu ərtəşi sürsün mənim üstümə, məni yox eləsin. Belə bir qudrəti yoxdur. Umarım ki beləsiz ki. Umarım deyil, bağı federal sistemi tanımaq lazımdır. Federal sistemdə mərkəzi qudrət deyə bir şey yoxdur. Mərkəzi qudrət bölünübdür. Tamam, onda belə bir sual soruşum. Əcəba federal sistemdə millətlərin haqqı olacaq qoşunları onların torpaqların işğal etməsin deyə, torpaqların işğal etməsin deyə silahlı orduları və gücləri olsun mu? Ayda, şimdi cevap birinci suala. Belə bir şey yoxdur. Yəni kimin tərəfindən hara işğal olunacaq? Kimin tərəfindən? Məsələn, Kürdlər, ya Ərəblər, ya Bəluçlar, ya biri istər bir yeri işğal edəsin. O zaman cəngi daxilidir ki, federal sistem qurulur ki, bu cəngi daxilinin qabağını alsın. Bu İttihadiye Avrupa niye kuruluptu? İttihadiye Avrupa Cengi Cihani doğumundan sonra kuruldu İtalya'da karigerler arasında. Yani ocaklarında, kömür ocaklarında kuruldu önce. Yavaş yavaş özet başta da değildi ki biz elə bir təşkilatlar kuracağıq ki bundan sonra cengi olmasın. Ve İttihadiye Avrupa təşkil yapıb. İttihaδιye Avrupa'da mesela Almanlarla, mesela İngilistanla Fransa dava mı edecek? Yani yani siz düşünebilirsiniz şimdi bu şəraitte Almanla Fransa dava eləsin. Ki neçə dəfə tarixdə davalaşıblar. Axı niye dava olsun ki? Biz federal sistemi niye kururuq? Bu sistem buna göre kururuq ki dava olmasın. Yani ne bizimle Kürtlər arasında belə bir senaryo görək. Belə bir senaryonu biz iğraq eləyək. Biraz yekəldaq da. Yəni senaryonu yekəldaq aparaq savaş tərəfinə. Əgər korona daha devam tapsaydı, daha ciddi adam öldürseydi,
və daha aclıq gəlsəydi, çünki insanlar işləyə bilməyəcəkdi, torida olmayacaqdı, gördük də ki, olmadı da, əlan da var, bazar boşdur çox yerdə. Əcəba onda Avropanın Almanla, Fransa ilə İngilistanın bunların bir-birinin arasında olan ilgi bu vəziyyətdə qalardı, yoxsa üzdən çətinləşərdi? Mən iqtisadçıyam da bu vəziyyətdə qalardı. Hələ bu vəziyyətdə qalardı ki, həmkarlıqlar da çoxalardı. Zaten həmkarlıqları bais oldu ki, bu korona bəlası az adam öldürdü Avropada. Bu tarix boyunca neçə dəfə bu mərəzçilik, elə ki, bu Krimə var indi Rusiya ilə şey arasındadır, Ukrayna arasındadır. Neçə dəfə Çindən elə, eyni Çindən, dediyimiz Çindən bu mərəzçilik Krimə gəlib, ondan sonra İtalya ticari zaten bilirsiniz, qədim İtalya qüdrətliydi. Sonra İtalyaya geçip, İtalya'dan bütün Avrupa'nın yarı cəmiyyətini yok edib. Niye yarı cəmiyyətin yok edib? Çünkü həmkarlıq yok edib. İttifakın bu həmkarlıqlar bahis oldu ki, korona kontrol altına alınsın. Gözəl. Yani İngilistanla Amerika həmkarlıq elədi, İngilistanla Fransa həmkarlıq elədi, İngilistanla Alman həmkarlıq elədi. Bu həmkarlıqlar bahis oldu ki, mizanı tələfat düşdü aşağı. Tamam. Yunan'da Cenab-ı Hidayet, bunlara çok dikkat edin. Yunan'da iktisat birbirine değir. Alman ki senin başın açır, ona köməklik edir ki, oranın vəziyyəti xarab olmasın. Həmkarlıq lazımdır. Biz İranda həmkarlığı öyrənməliyik. Düşmənlik deyil. Onlar ki, sizinlə söhbət ediblər, bilmirəm. İnşallah belə mövzulara toxunmayıblar, belə mövzuları təşviq edəməyiblər ki, millətlərin birbirinin canına salsınlar. Bizim federalizmden hedefimiz budur ki, bir, merkezi kudret diye bir şey olmayacak. O kudretin merkezi bölünecek. Bir tane erteş müşterek olacak. Bir tane perçem vahid olacak. Ama hamını temsil edecek. Belki bu perçem değişecek. Her milletin simgesi o perçemin üstünde oturacak. Nece ki Amerika'da indi 52 tane sitare var. Etihadiye Avrupa'da da 27 tane sitare var. Bizim de İnşallah zadımızda belə olar ki, bir dənə pərçəm təşkil veririk. Elə üç rəng olar, amma bütün millətlərini təmsil edəcək bir şeylər üzərinə qoyular. Bir dənə ərteşi müştərək olar, amma hər kəs sərnişin təyin edir. Fars, Türk, Ərəbəcəm diye bir şey yoxdur burada federalizmdə. Tamam. Gedək 15-ci soruya, 14. Əcəba federal sistemdə federallaşma davtələbanə və milli gönüllülük əsaslıdır, yoxsa zor əsasındadır? Hər şey elə bir kəlmə ilə budur ki, federalizmdə hər şey davtələbanədir və inanmaq üzərə gedilir. Yəni mənim mənfəətim icab edir ki, yanımdakı həmsayə ilə yaxşı keçinəm. Mənlə həmsayəm əgər işbirliği, həmkarlıq eləsək, ikimizin də mənfəətimiz qorunar. Buna inanmalıyam. Ona görə davtələbanədir, bəllidir. Gözəl. Əcəba federal sistemdə millətlərin və məmləkətlərin bir-birindən ayrılmaq və müstəqil olmaq haqları da varmı? Bu əsasnaməyə bağlıdır. Bu qurulan federal sistemin əsasnaməsinə bağlıdır. Amma umumən Şurəvi qanun əsasında 1923'te yazıldı. Yazıda tərkib-i İttihad-ı Cəmahiri Şurəviyə girmək və çıxmaq sərbəstdir. Yəni hər cumhuriyyət istəsə bu sistemə girər, bu tərkibə girer, herkes istəsə bu tərkibdən çıxar. Məsələn, bu il, bu gün hətta İttihadi Avrupa'da təslim tutuldu ki, fərz edək ki, Məcaristan məsələsində biraz fasiləli durdular. Əlbəttə Məcaristan özü fasiləli durdu. Dedi ki, siz bilmirəm, mən Ukraynaya getmişəm, Moskova'ya getmişəm. Reis İttihadi Avrupa dedi ki, bizim tərəfimizdə məmuriyyətin yoxdur. Urbana dedi. Urban nüfus vəziri şeydi, Macaristan'dı. Urban dedi, su işkəndə də sizdən mi icazə alacaq? Özümüz birlik neynərik. Eynilə bu zadı şey eləmişdi. Naharı yiyək, yeməyək. Naharda sizdən mi icazə alacaq? Yəni mənzur deyirəm ki, amma belə zat həmkarlıq çərçivəsindədir federalizm. Dəstur olmaz, əmr olmaz, filan olmaz, bu bəllidir. Yəni ayrılmaqları da davtələbanədir.
Dedim anlaşma ki olacak, bu federal sistem kurulacak, o orada belirlenir. Ki ayrılma ne şartta olabilir? Necə ki İttihatiyyə Avropada ayrılma zadı şərtə bağlanıb. Nə Yəni indi girmək dav bir rahat. tələbanı oldu. Deyək ki, İranda dav tələbanı oldu. Ərəblər dedilər biz olmuruq. Sizin partinin baxışı nədir ərəblərə? Axı bizim partiya olmayan bir şeyin nə təfsir edək? Bax ki, belə bir şey olmayıb, belə bir şey yazılmayıb. Yox, yox, Biz onu təfsir yazılmır. edək. Deyək ki, dav tələbanə gəlmir. Yəni istəyirsiniz federal qurula İranda. Ərəblər deyir, ya bizim nəftimizdən dolayı biz gəlmirik. Siz bizim nəftimizə Gəlməz. görə istəyirsiniz. O özü bilər. O özü bilir. Zaten onu biz zorla federal sisteme Ha, sokanlar. elə İslam onu deyəm ki, onun haqqı varmı gəlməyə? Qabaqçı sualda dedim belli ki o dav tələbanı olmadığı sürece zaten federal olmaz. Bak Tamam. Amerika sizin o komşudur. İlk önce 13 gün eyaletle kurulup. Bizimki də burada belli. Kanadada ələn 2 dənə, 3 dənə. 3 dənə territori Bəli. territori var. Bunlar Bəli. gözlürlər ki, təcrübədən keçirdirlər Kanadanı. Bəli. Gözlür, mənfəəti olsa qoşulacaqlar, mənfəəti Bəli, olmasa qoşulmayacaqlar. Çok hoşuma Bəli, çox da böyük torpaqdılar, çox böyük Bəli, torpaqdılar. bəli. Kanada büyük bir yerdir. Kanada hazır doların hərəsinə 1 milyon dolar pul verə hər evi düzəldə. Onlar qoşulalım. Ərz eləyim ki, əcəba federal sistemdə millətlərin və məmləkət özü istəyirəm, İranı federal etməkdən amac nədir? Aydın. Hemkarlığı çoxaltmaq, düşmənliyi azaltmaq, bir-birimizin hemkarlığı çoxaltdığımızda iqtisadi qüdrətimiz çoxalar, kane qüdrətimiz çoxalar, kane vurmaq, ayrı məmləkətlərlə, həmsəylərlə. Qüdrətli bir dövlət olduq, hər şeyimiz vardı. Hemkarlıq edib bu yeraltı və yerüstü qaynaqlarımızı yaxşı işlətmək. Effektivimizi çoxaltmaq. Acaba İranı federal sistemdə İranı qorumaq amac deyilmi? İranın bu vəziyyətə qalsın elə. Böyük bir məmləkət, 1 milyon bu vəziyyətdə federal olsa ki, bu vəziyyətdə qalmaz. Federal olsa federal bir İran olar və federal İranı qorumaq da hamımızın öhdəmizdədir. Yox, bütün indiki İranı federal, yəni beləsi sual deyib. İndiki İranı federal sistemindən istiq qoruyaq, saxlayaq. Bu deyil, amac bu deyilmi? Yəni federal olmasın mı? Yox, 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 yox. Beləsi deyim, sualı beləsi deyim. Əcəba biz federal sistemi qururuq ki, indiki İranı qoruyaq, saxlayaq ki, bu İran təcziyə olmasın, falan olmasın. Ayda, bunlar biliyorsun yani sual biraz şeydi yani hakkınız var siz jurnalistsiniz böyle suallar ediyorsunuz. Zaten hedef budur ki biz hemkarlığımızı bu çerçevede çoxaldıq. Yani hemkarlığımızı çoxaldıq hiç. Yani bu memleketimize hamımıza ait olan bu memleketin pişreft eləsin. Hamımız paralel pişreft olunsun. Yani mesela mütekabil olsun. El olmasın ki Sistan-ı Bəlukistan ne bileyim Lorestan ne bileyim Kohkiluyu Boyrəhməd dəraməd səranəsi olsun İsfahanın yarısı. Veya Ərdəbilin dəramədi olsun İsfahanın ne bileyim 5'te biri. Böyle bir şey olmasın. Gerçi 5'te biri değil de yani ben elə zat edeyim. Yani hamımız bütün imkanlarımızı işlədik. Mən bilmirəm, buğda sadır edeyim İsfahana. İsfahandan da sənaye sadır olsun mənə. Ama o sənayeyi də mən gəlişdirim, təbdil edeyim. Siz geçen bərnamədə dediniz, qəti sazı. Mən də qəti sazım Təbriz qotbə sənətidir. Təbriz qotbə sənəti olduğu için burada qəti sazı da rüşd eləsin, sənət də rüşd eləsin, traktör sazı da, maşın sazı da hamısı rüşd eləsin. Federalizmdən mənzur budur. Cəb Yahya, federal sistemdə İranı bütöv saxlamağın ya bütün saxlamağın hangi faydaları var? Eğer karar olsa ki bu memleket bütün kalsın, yani mesela federal bir, bir söz federatifle federalı karıştırmayalım. Federal bir müşterek devlettir, müteşekkil de hamıdan. Yani bütün federatif şeylerden. Bir de federatifler var. Yani mesela bu o muhtar veya federatif bölgeler, mentekeler. Eğer kararlıdır ki hamımızın menfaatimizi bu coğrafyaya təmin eləsin
ve bu coğrafyaya da hamımıza təallüq tapsın. Təbiidir ki, memleketin bu yapısını, bu şeyini, besil coğrafyasını, bu coğrafya siyasını hifz ediyor. Arzumuzdur. Sualım bu oldu ki İranı, indiki İranı bütün saxlamağın hangi faydaları var? Faydaları budur ki həmkarlığımız çoxalabilir, mənfəətlərimiz çoxalabilir. Siz işarə edirsiniz, cünubdan neft çıxar, mənim oradan da nə bilim ayrı bir mədən çıxar. Mənim o mədənimlə cünubun nefti birləşsə, ikimizin də vəziyyətimiz yaxşı olar. Bu həmkarlıq çoxaldığı müddətcə bu coğrafiya o neftin məsələn verəcəkdir şey qiymətini də, yəni məsələn Kanadada o cürdür. Mən sizin buyurduğunuzu bilmirəm indi o zehninizdə olduqları üçün gərək kamil paylaşasınız biləm. Amma məsələn Kanadada o 12 dənə iyalətdir. 12 ustan deyirlər əlbəttə burada, iyalət demirlər. Amma federaldır. Yəni hərəsinin özünün bayrağı var, hərəsinin özünün parlamanları var. Parlaman da həm ustanın mərkəzində var, həm də hər şəhrin özünün parlamanı vardı. Beləsi gedir aşağıya silsilə nümayəndələri var. Həm öz şəhərlərində, məmləkətlərində nümayəndələri var, həm də mərkəzdə var. Və o federal dövlətində torpağı yoxdur. Ya o federal federal mesela Tehran hamleler Azerbaycan'a belə bir şey yoktur. Federal sistemde merkezin kudreti yoktur. Merkezin ateşi yoktur. Yok, çok büyük gücü var. Çok büyük gücü var. Ama torpağı yoktur. Torpağı yoktur. Yani mesela bir dana iyalətdən bir dana şəhri veriblər. Elə o şəhri məsələn mən olan iyalət ki Ontario'dur. Ontario iyalətinin özü məmləkətdir. Məmləkətin bayrağı var, qoşunu var, məclisi var, hər şeyi var. Amma bir dana böyük şəhərinin də adı, paytaxtının da adı Toronto'dur. Amma bir dana da şəhər var, Kanadanın paytaxtı eləyiblər, kiçik bir şəhərdə adı Ottawa. Ottawa bir kiçik şəhərdir Ontario'nun polisi, əmniyyəti, hər şey onlar da şeylə kontrol edirlər. Amma orada bir dana mərkəzi dövlət var. Yəni federal dövlət var. Bu federal dövlət burada beləsi işdir. Yəni çoxlu da gücü var. Mesela acip gücü var. Yani acip gücü vardı ki bilahare o eğer karar aldığı Sazman-ı Millet çerçevesinde bir yere koşun göndersin, niru göndersin, federal devlet teslim tutar. Veya istese bir memlekete komaki mahallesin, federal devlet teslim tutar. Yani bütün o federal devletini teşkil edenler teslim tutar. Doğrudur. Şimdi ben o sual soruşacaqdım, o yadımdan çıxdı düzünü axtarsanız. Oradan geçəm. Federal sistemdə İranı bütün saxlamağın hangi zərərləri var? Əlbəttə zərəri çoxdur. Amma o zaman nə zərərləri var? Yox, mən indi inanmıram ki, indi əgər federal bir sistem qurulursa zərəri olacağına inanmıram. Aha, tamam. İnanmırsınız ki, zərərli olsun. Xeyr. Tamam. Hangi səbəblər və çıxarlara görə İranı federal sistem ilə qorumaq və saxlamaq istəyirsiniz? Mənfəətlərimizi qorumaq üçün, çoxaltmaq üçün, mənfəətlərimizdən behinə faydalanmaq üçün, yaxşı faydalanmaq üçün, mənfəətlərimizi çoxaltmaq üçün və nəhayət orada yaşayan, Azərbaycanda yaşayan və digər məntəqələrdə yaşayan insanların refahını yüksəltmək üçün. Gözəl. Federal İranı quranda və İranı qoruyanda amaclar millətlərin iradələrini yürütməkdir, istəklərin işləməkdir, milli yaşamlarına yol verməkdir, özlərinə layiq gördükləri və tərif etdikləri haqları yaşamaqdırmı, yoxsa başqa bir şey? Yox, şübhəsiz dediğiniz elədir, öz haqlarını, öz iradələrini bildirmək və öz iradələri doğrultusunda təşkilatlanmaq və haqlarını, hüquqlarını öz istekleri, mənfəətləri zadında qabağa aparmaq. Şübhəsiz. Tamam, doğru, güzel. İndi federal sistemin İranda qurulmasına yer və macal istiqlal ilə müqayisədə nə qədərdir? Yani çok fazladır. İstiklaldan çok daha fazladır federal bir sistemin kurulma şansı. Hangi güclər federalizm ilə müxalifdirlər? O güclər ki, özlərini biləxərə bəzən istiqlaldan danışırlar, indi mərkəzi hökumətə sahibdirlər,
İstəmirlər o mərkəzi hökumət dağılsın, onların mənfəəti yox olar, təbii onlar müxalifdirlər. Onlar müxalifdirlər, bəli. Federalizm bir siyasi, uluslararası və hukuki bir milli haktır mı? Yoksa bir idare sistemi, biçimi və seçimidir, davtələbanədir? İkisinin birləşimidir. İkisinin birləşimidir. Həm iradi bir haktır, hem de hakkı tayini sərnəveş dediğim kimi değişik konvansiyonlarda var. Hakkı tayini sərnəveş ki, çok təbiidir. Eğer bir məntəqə, deyək məsələn Azərbaycan, istir öz hakkı tayini sərnəveşini tayinləsin, təbiidir ki, federatif bir dövlət olmaq istəyir. Federalizm çərçivəsində yaşamaq istəyir. O bir haqqdır, tanınmalıdır və hətta ehtiram göstərilməli. Can Yahya'yı sizin partinin nəzərinə, əgər İranda bir şərait oldu ki, federalizmə yol olmadı, istiqlala tərəf getdi. Siz onda istiqlala necə yanaşırsınız? Biz istiqlalı münasib görmürük. Yox, şərait elə oldu ki, istiqlala tərəf getdi. Biz nəhayət millətin istədiyini, amma biz demək deyil ki, haqqın dediklərimizdən vazgeçərik. Biz dediklərimizi yine deyirik, amma əgər millət təyin eləsə, qəbul eləsə ki, müstəqil bir təşkilat istir qursun, biz də biləxərə millətin tabi'i yox. Millətə tabi yox. Amma əgər şərait elə ola ki, istiqlalçılarla İrancılar, federalçılar savaşarlar. Siz hangi tərəfdə savaşarsınız? biz heç bir tərəfə savaşmarıq. Çünki ona inanmırıq. Yox, gəldi, məsələn, federalçılar istədilər savaşarlar. Siz O federalçılarla savaşarsınız, yoxsa yox? Hayır, biz federal sistemi kurup ki savaşmamaq için. Ben Yox, federal şey- sistemi kurup İstiqlalçılar gəldilər, dedilər biz istiyoruz savaşaq. onlar geçsinler savaşsınlar bizim Siz diyeceğimiz o yüzden Federalçıların yanında durarsınız, karşınızda istediysem. federasyon yanında durur. Ben de Yok, federasyon üzr yanında dilerim. durur. Sualı iştibah dedim. Sizin teşkilat istiqlalçıların yanında durar ya İrancıların yanında durar, istiqlalçılarla savaşar. Yine de iştibah budur ki siz İrancılar diye istiklalçılar diye bir şeyi niye ayrısınız ki? Yani bir tedat bir grup olabilir. Diğer biz istiklal istiyoruz ama Azerbaycan'da yaşayan millet, Azerbaycan'da yaşayan Azerbaycanlılar deseler ki biz de istiklal istiyoruz, hop istiyorlar. Biz hiç savaşmıyoruz. Biz zaten savaşmaktan yana değiliz. Biz savaşmak istemiyoruz. Tamam. İstiqlalçılara necə yanaşırsınız sizin təşkilat? Biz təşkilat, mən bax neçə dəfə bunu dedim sizə. Bütün İranda təşkilatlara saygımız var. Bütün İranda, Azərbaycanda çalışanlara saygımız var. Ama doğru yolu seçseler ki biz o doğru yol öz yolumuz olduğuna inanırız. Daha saygımız çoxalar. Ama demokratik olanın düşmanlıqlar yok. Tamam. Ama biz buna inanırıq ki İran deyilən bu ülkenin hələ Azərbaycanın müstəqil bir dövlət olma şəraiti yoxdur. Ona görə inanmırıq. Can Yahya'yı bu bölümü qutardıq. Bəli. Əgər yorulmasaz bir bəhsimizdə devam edək. Yox, əgər Nə məsul yorulmasaz bilər? en azından yarım saat. Qalsın ayrı vaxtda. Təşəkkür edirəm Can Yahya'yı. Çox sağ olun. Bugün də milli Siz ərdəmli də sağ nişanı olun. aldınız. Yəni %100 aldınız. Təbrik edirəm və edirəm. təşəkkür edirəm. Var Yoxsa- olun, sağ olun. Mənə partibazlıq eləmirsiniz ki. Haqlı Xeyr, olaraq, xeyr, xeyr. mən istəyirəm haqlı olaraq imtiyaz alım ha. Əlbəttə cənabınıza mənim iradiyyətim Başlasın. bilirsiniz. Tamam. Mən Sağ olun. uzun zamandır cənabınızla heç kəsindən cənabınız qədər danışmamışam Ay ömrümdə. təşəkkür Yəni ederim. Sağ olun. ciddi deyirəm, mən heç kəsinlə bu işlədiyim qrupların içində hətta bilirsiniz mən müxtəlif yerlərdə işləmişəm. Orada işlədiyim rəislərimlə belə sizin %1-izlə danışmamışam. Teşekkür ederim. Sağ olun. Ay, ay. Var olun, Sağ sağ olun. Sizə Siz də. mən dərindən sayğı, amma burada Lütfen. sorgu şeyim yox. Yəni sorgu sualda rəhm yoxdur. Hayır, Onun üçün olmamalıdır da. Olmamalı. Çok teşekkür ederim. Çok teşekkür Çok sağ- ederim. Sağ olun. var olun. Var. Biz, Teşekkür Cenab-ı ederim. Dayı, biz sabah akşamı
Mən demişəm çarşənbələr mənim bir bərnaməm var. Bəli, bəli. Əgər bunu pənşənbəyə salsaq,